Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Stop the, after stop the, after, stop the, after stop the, after stop the, after stop the, after stop. Bizim için başlayır iş günü, sizin için bitende mikrofonu yandıran kimi sesimiz vətəndə. Saat 6 bütün radyolar reyting için çalışır. Tural efirde salam dediyse siz danışın. Ver ses, salam deyir herkes. 106.3 ile atır nefs. Sen bilmediklerine göre edende bize zəng. Biz bildiklerimize göre alırıq yeni qərb. İşimiz çevirməkdir intellekti pula. Sesi aç ve yayıma dikkatini cəmlə yola. Zəng eləmək istəsən sürəti sal və saxlasaq da öyrən istədiklərini. Sonra ver qaz çıx sola. Hey, səni yox qiymətinə gəc. Qaydalı qanun ilə deyirlənirsə təkər. Yox, əgər işin gücünsə pozuntu. Belə olmaz, avtostopda mütləq çəkib göstərər. Maşına olmuşam, təzəmasın. Bu son nəməsidir. Fevral arabana düşüb maşın. O texniki qatdoş, əvrizmək onun rüsumu nə qədər onu bilmək. Həftənin 5 günü Azad Azərbaycan Radiosunda DJ Turalla Avtostop. Verilişin dostları Mitsubishi Avtomobil Mərkəzi, AS Sığorta, Bank of Baku, LG Mobile Azərbaycan, Optimal Electronics, 166 yük taksisi, Mannol mühərrik yağları. Avtostop. Axşamınız xeyirli olsun. Mənim adım Turaldır və mənim adım Pərvizdir və axşamınız xeyir və verilişi başlayan kimi Turaldan bir şey xahiş eləmək istəyirəm. Nə olub? Xahiş eləmək, qırmızı qulaqcıqdan bağlı mənə kompliment eləmək. Yox, həmahəng bir şey tapa bilmədim. Ha, baxdım qırmızı nəsə tapa bilməyəcəksən. Pərviz Əbbəkirov və mən Tural sizə hədiyyələr paylaşacağam, həm də suallarınıza cavab verəcəyik. Bu arada tıxac haqqında məlumatı çatdırmaq lazımdır Pərviz. Neftçilər prospekti Mikayıl Hüseynov üzü Bayıldan üzü şəhəri Neftçilər prospekti istiqaməti Əziz Əliyev İstiqlaliyyət küçəsi istiqamətində böyük bir tıxac müşahidə olunur. Həmçinin Neftçilər prospektinin bu Yusif Səfərov küçəsi istiqamətində tıxac var. Daha bir tıxac isə burada Azadlıq prospektindədir. Bu arada bu informasiyanı verək. Salamzadə küçəsində tıxac var. Şəhərdə vəziyyət oy. Dəhşət. Heydər Əliyev prospektində Səmədin yeri məlum. Od tutub yanır Heydər Əliyev. Od tutub yanır Heydər Əliyev prospektində. Qıpqırmızıdır. Qıpqırmızıdır. Heydər Əliyev prospektində tıxac var, hörmətli dinləyicilər. Tıxacın bir ucu başlayır Yusif Səfərovda, o biri ucu Koroğlu Rəhimov küçəsində. Koroğlu metro stansiyasının yaxınlığında. Yəni nəsə baş verir. Ya qəzadır, nəsə. Dünən belə değildi. Yox, dünən rahat idi. Hər şey rahat idi. Mən bilmirəm nə baş verir orada. Dəhşət tıxac. Yəni bütün şəhərin tıxacını unudun. Heydər Əliyev prospekti istiqamətinə hərəkət etməyin, hörmətli dinləyicilər. Çünki ora getsəniz siz tıxacı düşə bilərsiniz. Kim yatmaq istəyirsə, pizza yemək istəyirsə gedə bilər. Onu eləyə bilərsiniz. Beləliklə bizdən həm də yeri gəlmişkən pizza qazanmaq imkanınız var. Telefon xəttində İsmailova Kəmalə olacaq bu, amma Səmədə eşidirik. Pizza olandan yeri gəlmişkən xanımlara sayı çoxalıb. Səməd, salam əleykum. Ay Səməd, salam. Necəsən? Yaxşıyam. Səndən də salamlayıram. Salam Səməd. Hardasınız Səməd? Azadlıq prospektində. Vəziyyət necədir? Tıxacdır orada da. Yəni pizza yeməyə imkan vardı, maşını saxlayıb. Tam imkan var. Biz çalışırıq ki, video görüntünü alaq sizdən ki, biz Kəmalə xanımın Hüsnə Camalına da tamaşa eləyək və pizza yarı olandan artıq xanım iştirakçıların sayı da artıb. Bəli. Yəni belə başa düşdüm ki, evdəkilərə yemək əvəzinə pizza verir. Bax, pizza gətirmişəm məsəl üçün. Götür ye. Məndən borc istəmə məsəl üçün. Bəli, xorey pişirmək istəməyən xanımlar bizim oyunumuzda iştirak edəməkdir. Yeri gəlmişkən Bella Pizza'dan bugün Meksikano pizza qazanmaq imkanı var Kəmalə xanımın. Yeri gəlmiş kim onu sifariş edərsə Ulduz 17 elə bu dəqiqə 10% endirimi də əldə edir. Ötürə bilərsən telefonu, hələ ki görüntünü ala bilmirik. Heç olmasa səsini eşidir. Bəli. Salam Kəmalə xanım. Salam. Necəsiz? Yaxşı, çox sağ olun. Bugün neçə nəfərə iynə vurmusunuz? Hal-hazırda bugün işə getməmişəm. Bugün xadnoyumdur. Ağrılı vurursunuz yoxsa ağrısız iynə buranı? Yox. Mən bu yaxınlarda iynə vurdurdum, ona görə soruşuram. Ağrısızdır sizdə? Yox, ağrısız olar. Mənim dostum vurur da həkim, o çox ağrısız vurur. Yaxşı Kəmalə xanım, neçə ildir tibb başçısınız? Mən 2 ildir.
2 öldü və tibb anası olmaq üçün nə etmək lazımdır əgər tibb bacısından sonra? Necə? Damara da iğnə vurmaq lazımdır. Yəni tibb bacısından tibb anasına keçmək üçün nə etmək lazımdır? Ərə getmək lazımdır. Yaxşı. İnşallah tezliyinə. İnşallah. Ürəyinə xəbər verin o Pərviz. Bu arada. Mən dedimsə olacaq. Bəli, Pərvizin ürəyi düzdür. Bəli, neçə nəfərə demişəm sonra teyzən geliblər ki, elçi gəlmişdir. Deməli belə, biz sizə sual veririk bu dəqiqə. Azadlıq prospektindən bağlı olan bir sualdır. Bu suala düzgün cavab versəniz, Bella Pizza'dan pizzanı qazanacaqsa elə həmin dəqiqə sizə verəcəklər onu. Hazırsınızmı? Bəli, buyurun. Diqqət sual. Bu məkanlardan hansı Azadlıq prospektində yerləşmir? Bunlardan biri Azadlıq prospektində deyil. Dövlət Miqrasiya Xidməti, Dövlət Dənizçilik Akademiyası, yoxsa şəhər onkoloji dispanseri? 3 variant var. Onkoloji dispanser. Yerləşir. Bir dəqiqə. Bir miqrasiya. Miqrasiya, Dənizçilik Akademiyası, bir də şəhər onkoloji dispanseri. Sizcə hansı ola bilməz burada? Miqrasiya. Gəlin bir də dəqiqləşdirək. Biz çox istəyirik, siz pizzanı yeyəsiniz. Bəli. Aşağı. Subay qızsınız, o pizzanı yeməlisiniz. Hə? Onkologiya şeyə buraxıblar, yanlardadır. Deməli, Dövlət Miqrasiya Xidməti, Dövlət Dənizçilik Akademiyası, şəhər onkoloji dispanseri. Hansı yerləşmir burada? Dövlət Miqrasiya, Dənizçilik və şəhər onkoloji dispanseri. Bunlardan üçündən biri yerləşmir. Deyin görək, hansı? Məncə dənizçilik aşağıdadır, azadlıqdadır. Miqrasiya məncə. Gəlin bir dənə də dəqiqləşdirin, bir dənə də şans verdim sizə. Çox xahiş edirik sizdən. Ki düz cavab verin, bəli. Biz sizə xahiş edirik, düz cavab verirsiniz. Azadlıqdadır o, düzdür. Olmayandır. Olmayan. Dövlət Miqrasiya Xidməti, Dövlət Dənizçiliyi, şəhər onkoloji dispanseri. Hansı yerləşmir bir daha? Onkologiya yerləşmir. Bir dənə də şans verirəm sizə. Cavab? Atalar 3-dən deyil. Dənizçilər o dəniz akademiyası da yəqin ki. Bəli, Dənizçilik Akademiyası. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Nuş olsun. Nuş olsun. Yeyə bilərsiniz o pizzanı. Çox təəssüf ki, görüntünü ala bilmədik. Əlimizdən gələni elədik. Mən əlimdən, ürəyimdən və mədəmdən gələn hər şey elədim ki, xanım o pizzanı yesin. Yeri gəlmişkən Ulduz 1717 zəng edib sifariş verə bilərsiniz. Təbrik edirik sizi. Sağ olun, minnətdarım. Nuş olsun. Bəli. Mən indi çalışacağım yenə də görüntünü ötürüm. Yəni xanımın pizzanı alma səhnəsini belə deyim. Mən çalışacağam. Mən buradan sənə informasiyanı ötürmək istəyirəm ki, sən onu qəbul edəsən. Nəsə alınmır. Çox təəssüf, amma ən azından dinləyicinin səsini eşitdik. Təşəkkürlər. Daim xəttə ol. Təşəkkürlər. Çox sağ ol. Bax belə. Dinləyicimiz... Mən səsindən hiss elədim ki, çox yaraşıqlı xanım idi. Avtostop. Professionallar hər yerdə sözünü deyir. 12 dəqiqə işləyir saat 7-yə Avtostopdasınız, hörmətli dinləyicilər. Heydər Əliyev prospektində tıxac var. Kimsə Heydər Əliyev prospektində tıxacın səbəbini bilirsə bizə yazıb göndərsin. Heydər Əliyev prospektində yaxşı, qəza bir tərəfdə törənib. Bəs o biri tərəflər? Yəni o birisi bir istiqamət. Yəni qəza törənibsə, hal-hazırda da Çaspikdə yəqin ki, orada dövlət yol polis əməkdaşları onu tez bir zamanda aradan götürüb yolu açmalıdırlar, amma xəritəyə baxanda görsənir ki, başdan ayağa tıxacdır. Bəli, başdan ayağa tıxacdır və yazırlar Tural Salam, mənim vəsiqəm Rusiya vəsiqəsidir. Vaxtı 10 aydır bitib. Mən nə edim, onu necə dəyişə bilərəm? Siz nə etmək istəyirsiniz? Rusiya sürücülük vəsiqəsi almaq istəyirsinizsə, burada Azərbaycanda Rusiyanın səfirliyi var. Rusiya Federasiyasının səfirliyinə müraciət edin. Əgər siz Azərbaycan nümunəli sürücülük vəsiqəsi almaq istəyirsinizsə, həmin sürücülük vəsiqəsini notarial qaydada tərcümə edirsiniz Azərbaycan dilinə. Və daha sonra salamlı haqqında arayış 18 manat pul və salam şütdüm. Yox, bir məsələ də var. Biz keçən dəfə də bu suala cavab vermişdik ki, Rusiya vətəndaşısınızsa mütləq sizin Azərbaycanda yaşama hüququnuzu təsdiqləyən sənəd olmalıdır. Dövlət Miqrasiya Xidmətinin. Bəli, müvəqqəti qeydiyyat sənədi. Bəli. Ne gözəl adı var. Yazılar. Mən hətta qiymətini də biləm. 1 ili 120 manatdır, 5 ili 300 manat, 3 ayı havayıdır. Pulsuz. Sən gör nələr bilirsən. Bağırov körpüsünün girişində balaca hadisə olub. Hamı tormuzlayıb ora baxır. Ay sürücülər, sürün gedin. Yolunuzda. Körpüdən sonra yol bomboşdur yazıb göndəriblər 8155 SMS nömrəsinə. Maraq boğur da hamı. Yox, niyə baxırsınız axı? Bax, tıxacın uzunluğuna baxsan orada.
Nəyə lazımdır? Bax, nəyə lazımdır ki, o siz o tıxaca baxasınız. 81-55 sürücülük vəsiqəsinin seriya nömrəsini göndərməklə nə qədər cəriməniz var xəbərdar ola bilərsiniz və sükan arxasında pis vərdişlərdən bugün Pərvizlə danışmaq istəyirik. Pərvizlə bərabər sükan arxasında pis vərdişdən danışaq. Hansı pis vərdişlər var sükan arxasında? Mənim üçün sükan arxasında ən təhlükəli vərdiş telefondan qurdalanmaqdır. Ən pis vərdiş isə ən pis vərdiş avtomobildən çölə zibil tullamaqdır. Bugün ikisini görmüşəm. Siqaret atıb maşına. Mənim avtomobilimdə şəxsən salafan kulok var, sağ tərəfdə mənim qapımda. Kimsə konfet belə yeyəndə mənim maşınımda mən deyirəm qardaşım ver bura, atıram o salafan kulokun içinə. Çünki təsəvvürlə ki, Azərbaycanda neçə milyon maşın var. 3 nəfərdən biri zibil tullasa, o uçan kuloklardan sonra şikayət edirik ki, ay nə bilim. Bu nə? Futbola baxırdım, kulok uçdudur. Bəli. O sənin atdığın kulokdur belə deyək. Əlbəttə ki, o bizim özümüzün atdığı kuloklardır. Ona görə də mənim üçün mən hesab edirəm ki, ən pis vərdiş o çölə zibil tullamaqdır. 92-46 avtomobil sorğu xidmətinə hörmətli dinləyicilər, sizə əgər ehtiyat səsi lazımsa bu arada sorğunuzu göndərə bilərsiniz. Tıxac haqqında məlumat almaq üçün tıxac sözünü 9246-ya SMS ilə göndərsəniz, sizə nə olacaq? Sizdə alınacaq. Sizdə tıxac haqqında məlumat gələcək. Bu arada yenə təkrar edirik, Heydər Əliyev prospektində tıxac var, Dərnəgül yolunda Ziya Bünyadov prospektində tıxac var. Deməli, orada təmir işləri gedir. Əhməd Rəcəbli küçəsində tıxac var və nə əcəbçi bir neçə gün idi, yox idi, amma artıq Atatürk prospektində də tıxac yaranıb. Biz təəssüf edirik ki, amma bir tərəfdən də sevinirik ki, şəhərdə tıxac var. Avtostop 497-46-22-yə zəng edirsiniz və bu arada həmçinin avtostop.tv saytına daxil olub bizi onlayn izləyə bilərsiniz. Əgər mobil telefonunuzda sizin internet varsa nə gözəl, orada yığın avtostop.tv, daxil olun saytımıza və bizi onlayn izləyin, bizi görün. Və saytımızdan başqa YouTube vasitəsilə bizə onlayn chat vasitəsilə də sualınızı ünvanlaya bilərsiniz. Pərviz Əbbəkirovla mən DJ Tural sizə gözəl gün arzuluyuruq ki, o gün sizə gözəl bitsin. Bəli. İş gününün gözəl sonluğunu arzulayırıq. Mitsubishi SX var. Bu iş gününüzü maraqlı edəcək və iş gününüzün sonu necə dedin onu? İş gününüzün İş günü yalımdan çıxdı. Yaxşı. Comeback crossover Mitsubishi SX-dən bəhs edirik. Əsl Yapon kəfədən malik Mitsubishi SX sahibinə əminliyi isə bəxş edir. Sükan arxasında uzaq yolları yaxın edəcəyiniz crossoveri 4700 manat ilkin ödənişlə 5 illik lizinqlə əldə edə bilərsiniz. İlkin ödənişə 1 illik kasko və icbari sığorta daxildir. Nəqd alanlara xüsusi sürprizlərimiz də var. Bugün 4-cü mikrorayonda yeni 30-cu optimal filialı açıldı. Yeni mağaza açılışı münasibəti ilə yalnız 7 gün alış-veriş edən hər kəsə alınan məhsulun 35%-nə dək dəyərində hədiyyə verəcək. Ünvan 4-cü mikrorayon 20 yanvar küçəsi 204A. Əlavə məlumat əldə etmək istəyənlər 954-ə zəng etsin. Bankov Bakuda sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər üçün sərfəli kredit proqramını elan edə bilər. Artıq Bankov Bakunun biznes krediti müştərilərə aylıq ödənişlərin miqdarını özləri müəyyənləşdirirlər. Hər sahibkar daha yüksək kredit məbləğini daha aşağı faizlə əldə edə bilir. 500 manatdan 300 min manata qədər, 5 ilə qədər. Həmçinin müştərilər Dostlar klubunda üzvlük sayəsində endirimli komissiya ilə də sərfəli faizli kreditini əldə edirlər. Bankov Bakunun 145 nömrəli məlumat mərkəzinə zəng edə bilərsiniz. Sığorta isə sizə kasko icbari və müxtəlif sığorta xidmətləri təklif edir. Sadəcə Ulduz 6565-ə zəng edin. Sığorta sizin sığorta arzularınızı reallaşdırsın. Ekspres kasko biznes sığortası, əmlak, avtomobil və səyahət sığortasını əldə etmək üçün sığortaya müraciət edin. Telefon Ulduz 6565. Azadlıq prospekti Rəsulzadə qəsəbəsi istiqamətində böyük bir tıxac var. Bu arada 2 sim kartlı, damla cərəyan saxlamağa qabiliyyətli, Quad HD ekranlı və büdcənizə uyğun smartfon istəyirsinizsə, onda LG C3 bit modeli doğru seçimdir. LG C3 bit modelini İrşad Electronics mağazalarında 18 aya qədər kreditlə əldə edə bilərsiniz. Sən o qədər tərifləyirsən o telefonu, mən artıq yeyib almaq istəyirəm. Sən almaq istəyirəm, yox, sən artıq almalısan. Sən bu verilişdə varsansa avtostopda, sənin telefonu dəyişmək lazımdır. İnşallah. 156 evakuasiya xidməti sizdə olan evakuatorları çox sərfəli qiymətə icarəyə götürməyə hazırdır. Telefon 077 277 67 67.
156 evakuasiya xidməti sizi yolda qoymayacaq və bu arada sizi yolda qoymayacaq Mannol mühərrik yağlar haqqında informasiya verək. Yalnız mühəndislərin yekdil razılığından və ən yüksək texniki avtomobil standartlarına cavab verdikdən sonra SKT Alman nişanlı ticarət markası tətbiq olunur. Məhsula identifikasiya nömrəsi verilir və məlumat bazasında saxlanılır. Qomas Avto ehtiyatçıları mağazalar mərkəzində isə ehtiyatçılarını təklif edir. Alman və Yapon avtomobillər üçün. Əliyar Əliyev 26 ünvanda yerləşən servisdə isə səs boğucuların təmiri prosesi həyata keçirilir. Şərifzadə 219, Babək prospekti 2216 və Məhəmməd Adi 136. Bax, o ünvanlara müraciət edə bilərsiniz. Telefon 056 148 83 13 055 227 31 81. Qomas Avtodan ehtiyat səsi almaq üçün Qomasa 9246-ya ehtiyat səsinin adını yazın və göndərin. Avtostop. Japon mühendisliğinin daha bir yeniliği Mitsubishi Atraş. Gözlenilen kompaksiyadan yola çıktı. O genayetli yanacak sərfi, yüksek clearance'i, geniş interyeriyle sinfinin öncüllerindendir. Mitsubishi Atraş. 2500 manat ilkin ödənişlə. Atraş, qabaqcıl göstəricilərin sərfəli vəhdəti. Şəhər telefonu 349 0006. Drive at Earth Mitsubishi Motors. Biznesiniz təhlükədədir? Eviniz qarət edilib? Avtomobiliniz zədələnib? Səhhətinizdə problem var? Zamanı geri qaytara bilməsəz də itirdiklərinizi yenidən qazana bilərsiniz. Düzgün hərəkət istiqaməti seçməklə həyat yenidən qaydasına düşür. Az sığorta hər addımınızda sizinlə. Sizə yaxın bankçılıq, şəffaflığın ünvanı. 20 illiyini 700 min müşterisiyle qeyd edən Bank of Baku bütün sadiq müşterilərinə təşəkkürünü bildirir. 20 il sizin sayənizdə. Bank of Baku. Optimal Electronics'ten inanılmaz kampanya. Marka ve modelinden asılı olmayarak istenilen köhne məişət texnikasını evinizden alıp yenisiyle değişirik. Yeni seçtiğiniz məişət texnikasını 25%'dək indirimle veya tek şəxsiyyət vəsiqəsiyle 0%'la 12 ayədək kreditle elde edebilirsiniz. Yeni ilinizi yeni seçimlerinizle karşılayın. 24 saat ərzində çatdırılma ve quraşdırılma pulsuzdur. Əlavə məlumat əldə etmək üçün telefon 954 Optimal Electronics. Noyabr ayının 1'indən 30'una kimi İrşad Electronics'ten daha bir inanılmaz kampanya. İndi siz son texnologiyaları özündə birləşdirən metal sayağı korpuslu, böyük, 5 düyümlü ekranlı, 4 nüvəli, Android KitKat sistemli, 8 megapiksel kameralı, 2 sim kartlı yeni LG G3 mini modelini ayda cəmi 22 manat ödəməklə əldə edə bilərsiniz. Əlavə məlumat üçün Ulduz 0171'e zəng edin. Qomus Avto, buyurun. Hanım salam. Bəlkə sizdə Alman maşınları üçün ehtiyat hissəsi olar. Bəli var. Sadəcə siz mənə markanı və ili deyin. Sizin üçün taparıq. Dostum yanımdadır. O da Yapon maşınları üçün soruşur. Onlar da var. Əlbəttə var. Şəhərin 5 yerində Qomus Avtonun mağazalarında istədiyiniz ehtiyat hissəsini tapa bilərsiniz. Hanım bir şey də soruşum. Qulişitellə katalizatoru sizdə dəyişmək olur? Bəli, bizim rəsmi servisimizdə sizin üçün səs boğucu və katalizatorun dəyişməsi ucuz və keyfiyyətli olacaq. Hanım sizə bir şey deyim. Buyurun. Sizdən yoxdur. Bakının sizə yaxın 5 nöqtəsində Əhmədlidə, Məhəmməd Hadi 136, Nərimanovda Əliyar Əliyev 25 və 26, Babək prospekti 2210, Yasamalda Şərifzadə 219, telefon 050 648 83 13, 055 227 31 81. Qomus Avto bizdən yoxdur. Vəziyyət pisdir. Təcili yağ köçürmə. Mannol yağları nano komplekslərlə motorda yaranmış nasazlıqları asanlıqla aradan qaldırır. Mannol mühərrik yağları, gələcəyin texnologiyası. SKT şirkəti, Almaniya. Mannol, avtomobilinizin sağlam ürəyi.
Vico Elektrik 32 il 85 ölkədə. Vico keyfiyyətli elektrik açar və rozetka çeşidi ilə evlərinizə aydınlıq gətirmək üçün Azərbaycanda. Vico rəsmi distribyutoru Yıldız Elektrik. Ünvan Əhməd Rəcəbli 186, telefon 564 48 36. Vico, aydınlıq əlinizdə. Madeira'da münasib qiymət var, faiz yox. Bol çeşid var, faiz yox. Kredit var, faiz yox. İndi Madeira mebellərini 12 aya faizsiz kreditlə alın. Madeira sizə uyğundur. Of, bax gör neynirsən forum. Qızlar, məni bu bəladan qurtarın. Diş ətim öldürür, qanıyır, ağrıyır. Sınamadığım macun, yaxalayıcı, heç nə qalmayıb. Xeyri yoxdur. Mənim də başıma gəlib. İnternetdə diş əti üçün müalicəvi gel Metragil Denta'nın saytı qabağıma çıxdı. Mikrop əleyhinə geniş kompleks imiş. Bir həftəyə diş ətin sağalır. Metragil Denta, ağız boşluğuna təcili yardım. Ətraflı metragildenta.ru saytında istifadə qaydaları və əks göstərişləri ilə tanış olun və ya həkiminizlə məsləhətləşin. Mən Fərhad Hacıyev. Topazda 1 manat oynadım, 4284 manat qazandım. İndi siz də Topaza gəlin. Həyatınıza həyəcan qatın. Topaz, sən də oyna, sən də qazan. Connect TV yeniləndi. İndi 9 azayına artıq 75 yox, 105 sili kanal. 1 dekabra qədər Connect TV-yə qoşul, 2 aylıq abunə haqqını pulsuz hədiyyə al. Ətraflı məlumat üçün telefon 159. Connect. Dünya mebeli bir ünvanda, bir mekanda, Xırdalanda, bizim evdə, Riyadda. Ünvan Bakı-Sumqayıt yolu 7-ci kilometr. Bizim ev mebel şəhəri. Sizin biznesiniz var, bizim pulumuz. Parabankdan kredit al və 2 ay faiz ödəmə. Parabank, imkanlarımız sərhədsizdir. Əlavə məlumat üçün 139. Asgroup Investment yeni layihəsini təqdim edir. Renaissance Palace Premium Yaşayış Kompleksi. Orijinal memarlıq üslubunda olan yeni mənzil konseptini seçərək statusunuzu daima vurğulayın. Renaissance Palace. Öz statusunu seç. Ünvan Zahid Xəlilov küçəsi Elmlər Akademiyası metro stansiyasının yaxınlığında. Telefon 050 715 88 88 www.renaissancepalace.az. Öskürək sanki bir tələdir. Sənə elə gəlir ki, ondan qurtulmaq mümkün deyil. Lakin təbiət qüvvəsi çıxış yolunu bilir. Bronxikum. O, hətta ən güclü öskürəkdən belə azad olmağa kömək edir. Bronxikum. Təbiət öskürəyə qalib gələndə. Əmək haqqınızı Azərbaycan Beynəlxalq Bankının kartı ilə alırsınız. Onda kart sizdən, kredit bizdən. İndi maaş kartlarımızın sahibləri tez və rahat şəkildə 15.000 manatadək kredit ala bilərlər. 937 nömrəsinə zəng edin və sizə düşən kredit məbləğini öyrənin. Sərfəli faiz, 5 ilədək müddət, üstəlik kreditin banka gəlmədən avtomatik və onlayn ödəmə imkanı. Adi maaş kartınızla qeyri-adi imkanlar əldə edin. Azərbaycan Beynəlxalq Bankı. Əlaqə üçün 937. Təkmilləşmiş hərəkət dinamikası sayəsində rahatlıqla idarə olunan yeni Toyota Camry hər zaman olduğu kimi ənənəvi etibarlılığını saxlayır. Müasirləşdirilmiş interyer detalları, tam yeni multimedya sistemi və hər cəhətdən daha çox komfort onun premium sinifli salonunda. Camry'nin cazibədar xarici görünüşü daima diqqət mərkəzində olacaq. Yeni Toyota Camry. Sənin davamlı uğurun. Avtomobil haqqında ətraflı məlumat www.toyota.az web səhifəsində. Toyota. Always a better way. Evinizdeki yeniliğe hazır olun. Bu ilin sonuna dek Türkiye istehsal olan Arçelik məhsulları 15% indirimle Arçelik mağazalarında. İnanmayacaksınız ama 32 ekran HD ve LED Arçelik televizoru cəmi 269 manata. Telefon Ulduz 3344. Yeni Həyat Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə gənc ailələr daxil hər kəsin faydalana biləcəyi Grand Həyat Yaşayış Kompleksini təqdim edir. Şəhər mərkəzinin yaxınlığında Tbilisi prospektində yerləşən və 7 S keyfiyyət standartlarına cavab verən Grand Həyat kompleksindəki 1, 2, 3 və 4 otaqlı təmirli və təmirsiz mənzillərə 10% ilkin ödəniş, 10 il müddətinə və illik cəmi 10% ipoteka şərtləri ilə sahib olun. Üstəlik, hər alınan mənzilin eyvan sahəsinə 50% indirim də sizin olsun. Əlaqə nömrəsi 922. Yeni Həyat. Arzularınızın memarı. Samili 100% təbii seçmələrdən hazırlanıb
Uşaqlar çox xeyirlidir, şəkərsiz, konsentransız. O çox ləzzətlidir, yağlı qızartma ilə, lov balıq ya ləvəng ilə, hər növ kabablar ilə. Faydalı, vitaminlidir, ailəmizin içkisi, sağlamlığın mənbəyidir. Sabillə nar şirəsi, şirəsi, Sabillə nar şirəsi. Başladı. Axır ki başladı. Nə başladı? Harda başladı? Harda olacaq? Təbii ki Megafonda. Bir ətraflı danış görüm. Bax, demək indi həftə içi Megafondan 20 manatlıq zaman kart alana 20 manatlıq balans kartı hədiyyə edilir. Üstəlik buradakı tədris mərkəzi, mağazalar və restoranlar da 20% endirim təqdim edir. Demək indi az ödəyib çox əylənmək mümkün olacaq. Demək indi uşaqlarla da, dostlarla da yalnız həftə sonu deyil, həftə içi əla vaxt keçirmək olacaq. Siz də həftə içi Megafona gəlin, çox əylənin, az ödeyin. Ətraflı məlumat üçün 922-yə zəng edin. Segmentinin lideri, yenilənmiş Nissan Sunny, müasir dizayn, innovativ interyer və geniş salonu ilə bir adım öndə. Yeni Nissan Sunny 2500 manat ilkin ödənişlə Nissan salonlarında. Əlavə olaraq 1 illik tam servis paketi və ehtiyat hissələri hədiyyə. Əlaqə nömrəsi 934. Ottoman'da kavralit, plita kavralit, vinil yer döşəmələri, parket, aboy, ev aksesuarları, xalçalar, yüksəldilmiş döşəmə, yanğın qapıları və metal hasarlar əldə edə bilərsiniz. Bir çox mallara 25, 50, 75%-ə qədər il sonu endirimləri başlamışdır. Ünvan Səməd Vurğun 60, Afcom Center, Təzəbazar ilə üzbəyüz. Telefon 596 60 30. Ottoman, hər addımda keyfiyyət. Baku Electronics yubiley sevincini sizinlə bölüşür. 20 illiyimiz münasibətilə 20 gün boyunca 20 ayədək faizsiz kreditlə alış-veriş edin və ya nağd alın. Bol çeşitli hədiyyələrdən birini seçin. Baku Electronics, son texnologiyanın ilk ünvanı. Telefon 143. Avtostop efirdə şəhərin vəziyyəti qıpqırmızı. Neftçilər prospekti, Heydər Əliyev prospekti, Dərnəgül yolu Ziya Bünyanda prospekti, Azadlıq prospekti və Salamzadə Zərdabi, Həsən Əliyev küçəsi, Bakı Xanov, Cəfər Cabbarlı, Şıxəli Qurbanov, Azadlıq prospekti, Rəşid Bepudov, Səməd Vurğun küçələrində tıxac var. Bəs sabah o küçələrdə duranda başınıza yağış yağacaqmı? İnternet Market Az saytının dəstəyi ilə hava haqqında proqnozu sizə Səma təqdim edir. Sabah hava necə olacaq? Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən yüksələcək. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz olacaq. Temperatur 9-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur 10-15 dərəcə isti olacaq. Mikrofonumu yandırmışım. İnternetmarket.az saytında siz ilk dəfə olaraq onlayn qədər ərzə məhsullarının sifarişini həyata keçirə bilərsiniz. Bax, oturmuşsunuz Heydər Əliyev prospektində. Kimsə qəza törədib, indi Allah onun canı sağ eləsin, nəsə olmasın, amma qəza törədib. Evdə yoldaşımız da deyir ki, get bazarlıq eləmək lazım. Bazarlıq eləmək lazımdır. Bəs toyuğa almamısan, nə eləmək lazımdır? Ulduz 4455-ə zəng eləyin. Xanımınız o qədər də qışqırsa da siz onu razı salmalısınız. Ulduz 4455-ə zəng edin ki, qardaş, mən deyəmişəm tıxacda, sən get bizim evə 2 dənə toyuq al, sonra məsələn tutaq ki, digər məhsullar... Tam bazarlığı elə və xahiş eləməm yoldaşım qapını açanda gülə-gülə denə sürpriz və salam. Yəni bunlar hamısı sizə edəcəklər. Özdəki çatdırılma pulsuzdur. İnternetmarket.az saytına daxil olub sifariş edə bilərsiniz və ya Ulduz 4455-ə zəng etmək imkanı da maliksiniz. Bu arada biz sizi İstanbula yeni ilə göndərə bilərik. O haqda mən sizə bir neçə dəqiqədən sonra məlumat verəcəm. Səməd telefon xəttindədir. Səmədlə əlaqə saxlayacaq, amma ilk olaraq Kəmalə xanım bizdən Bella Pizza'dan pizzasını qazanmışdı. Onun şəklinə baxa bilərsiniz, hörmətli dinləyicilər. Bax, xanımla video əlaqə saxlaya bilmədik, amma pizzanın şəkli çox yekə düşüb, bilmirəm. Doğrudan o boyda pizzadır, yoxsa? Yox. Ya deyəsən Səməd onu elə çəkib. Yox. Pizza elə o boyda pizzadır. Biz yaxşı pizza veririk dinləyicilərə. Səmədlə biz əlaqə görək. Səməd telefon xəttində yoxsa? Səməd, salam. Salam, Tural. Ucadan danış, hardasan Səməd?
Mən hal-hazırda Azadlıq prospektinin Mikail Rəfili küçəsi ilə kəsişməsindəyim. Zəhmət olmasa bir sualıma cavab ver. Sən ucadan danışsan. Vəziyyət necədir Azadlıq prospektində? Burada tıxacdır hal-hazırda. Çünki Mikail Rəfili küçəsindən 28 may metro stansiyasının yeni açmış çıxış tərəfdən, arxa tərəfindən gələn marşrutlar. Bəli. Onlar yola çıxırlar, oradan gələn avtomobillər nizamsız şəkildə yola çıxırlar, ona görə burada tıxac yaranır. Həm də ki, Azadlıq prospekti ümumilikdə irəlidə də tıxac var deyə burada tıxacın yaranmasının səbəbi olur. Bəs yol polisi gözə dəyirmi Səməd? Xeyr, mən hal-hazırda ətrafa baxıram, yol polisi gözə dəymir, amma əvəzində yəni az qala partlamağa qalan marşrutlar gözümə dəyir. Aha. İçərisində adamlar var, insanlar var. İçində o qədər adamlar var ki, təsəvvürən az qala onlar avtobusun artıq pəncərəsindən görünürlər ki, başa düşürəm ki, çox sıxdır orada vəziyyət. Biz sənin rəsmini görürük, amma video görüntüləri də ötürsən çox gözəl olacaq, internet imkan versə bizə. Amma mən təşəkkür edirəm, bir neçə dəqiqədən sonra yenidən eşidilmək ümidi ilə. Təşəkkürlər Səməd, vəziyyəti yenə də kontrol altında saxla. Bu insanların avtobusun qapısından sallanması, pəncərədən çıxması, o neylə əlaqəlidir? Avtobusların sayının az olması ilə yoxsa? Yox, sadəcə olaraq onlara nəzarət olunmamasının nəticəsidir ki, nəqliyyat departamentinin əməkdaşları, bax, onlar cavab etdilər. İctimai nəqliyyat və həqiqətən çox təhlükəlidir. Bəzən görürsən ki, qapıdan sallanıb, sürücü də tərpənir yerindən, elə də sürür gedir. Və heç kim ona heç nə demir. Yox, əgər güzgüdən görürsən ki, oradan qapıdan adam sallanıb, saxla, deyən ki, qardaş, düş aşağı, növbəti avtobusla gedərsən. Yəni yazırlar, salam Tural, bəs onlar malı vertolyotla aparacaq, bütün şəhər qıpqırmızıdır. Valla ondan sizə nə neçə ilə aparacaq? Siz sifarişinizi verin, onlar görəcəksiniz ki, gətirib çatdıracaqlar da 20 dəqiqəyə sizdə olacaq. Sükan arxasında pis vərdişlərdən danışırıq. Salam Tural, pəncərədən zibil yaxşıdır. Hələm pampers tulayanlar var, daimi dinləyici pilot yazıb göndərib 8155 SMS nömrəsinə. Pampers tulayan görməmişəm, amma bir dəfə gözümlə gördüyüm olub ki, yeyilmiş almaların, şəftəlilərin tumları bir salafan paketdə verib tulladılar, düz gəlib düşdü mənim qapımın üstünə. Bəlkə o elə bilir ki, sən o toxumları götürüb əkəcəksən öz. Yəqin, yox, şükür edik, qardaş, gələ bunu əkərsən. Və çox maraqlı bir şeylərdən biri Sükan arxasında telefonla məşğul olma. Bizə istəyirəm ki, telefondan əldə tutaraq ondan istifadə olması qadağandır. Bəzən sürücülər məsələn dayanır svetoforda, başlayır telefonla məşğul olmağa. Svetoforun rəngi dəyişir və o məşğuliyyət altındadır və başlayır nə etməyə, siqnal verməyə. Bəs özün sən telefonu necə istifadə edirsən Sükan arxasında? Yox, mən qulaqçıqları taxıram və yaxud da Bluetooth-dan istifadə edirəm. İkisindən biri. Zəng gələndə sadəcə gözümü biraz çəp eləyib belə baxıram ki, zəng eləyən kimdir. Sonra Bluetooth-la basıb danışıram. Rahat danışa bilirsən. Rahat danışa bilirəm. Sadəcə olaraq o maşına yayılan səslə olan Bluetooth-dan istifadə eləmirəm. Çünki o bəzən olur ki, maşında tək olmursan. Elə bir adam zəng eləyir ki, onunla elədiyin söhbəti istəmirsən ki, digər eşitsin. Söyüş-söyə bilər o. Söyüş söymədən şit zarafat eləyə bilər, məsəl üçün. Deməli, bir dostlarımızdan biri mənə zəng eləyib. O da ağzı o qədər gözəl deyil onun. Deməli, mən də şüşələri aşağı salmışam və maşında heç kim yoxdur. Şüşənin birini aşağı salmışam, istidir. Yəni, istidir, hava sərindir. Yəni, konseri yanılmağa da ehtiyac yoxdur. Və buradan ağzını açan kimi deyim, bir dəqiqə deyəm biləm, pəncərəni qaldır. Pəncərəni bağlı, indi danış. İndi nə qədər istəyirsən danış. Pərviz telefon xəttində. Pərviz, salam aleyküm. Salam aleyküm. Necəsən Pərviz? Salam, mənim adaşımdır deyəsən, özü də ustadır. Bəli. Bəli. Nə ustasınız Pərviz? Turan müəllim, mən sizdən də bir 2-4 gün bundan qabaq danışmışdım. Maşını qeydiyyata saldırmaq haqqında. Bəli, bəli. Məndə də demişdim də nömrə də düzdür. Gəncə də qeydiyyatda ya 2111 deyib. Bəli. Tanıdıqsa o gün də soruşdu şu uşaq vaxtı nə yeyibsən dedim qarışqa. Hə, bildim. Qarışqa. Mən Gəncə bu polis idarəsinə getdim. Bəli. Orada girdim birinci müavinlərin yanına. Orada alqı-satqı müqaviləsinə bağlanan yerdə birinci girdim ki, mən müqavilə ver, blankı, müqaviləmi doldurum. Sənədlərimə baxdım, maşın nömrəsini görən kimi dedi ki, yuxarıda razılıq al. Sonra ki, mən blankı ya sağ verim, ya hərzəni mən özüm doldurum verim. Dedi, yoxsa mümkündür, verə bilmərəm. Çıxdım yuxarıda müavinin yanına. Müavin baxdı, dedi, nömrəm mümkündür sənin adına qeydiyyata salmağa. Dedi, bu maşın yiyəsinin adına, ancaq onun adına qala bilər nömrə. O da maşın alanda gərək sənin maşına bu nömrə sökülə, ona bağlana. Sonra sənin maşını öz adına form eləyə bilərik, başqa nömrə verə bilərik. Yol hərəkət haqqında qanun. Sonra girdim rəisin yanına, Tahir müəllimdir.
Rəisin yana rəis dedi ki, mümkün yoxdur. Bu nömrəni ancaq aformit eləsən, başqa bir nömrə veriləcək, onu da kəsib tullayacağıq. Yol hərəkəti haqqında mən gəlin belə eləyək. Mən bilməm orada sizə kim nə deyib. Yol hərəkəti haqqında qanun 29-cu maddəsinin 3-cü bəndi. Orada nə var? Orada nə yazılıb? Mən də çıxartdım ki, bunu da internetdən çıxartmışam. Dedi, siz cavanlar indi bütün gün internetdən maraqlanırsınız, televizora baxsınız. Dedim, Tural müəllimlə danışmışam. Bu da onun kompüterdən avtostop.tv'dən çıxartmışam məqaləni. Dedi, Tural müəllim də yalan danışır. O internetiniz də yalandır sizin. Ancaq Tariyel müəllim düz danışır. Deməli belə, Tural müəllim yalan danışırsa, niyə Tural məhkəməyə vermir? Tural müəllim danışmır, yox, o qanunda elə yazılıb. Tural müəllim eləsin. Qanun səhvdir, o yalan danışır. Qanun səhvdir o. Dedi, internetdə də yalan yazır. Yox, sizin əlinizdə, yox, çox üzr istəyirəm. Sizin əlinizdə olan, yox, sizin əlinizdə yol hərəkəti haqqında qanun 29-cu maddəsindən çıxarışdır, düzdürmü? Yəni o Turalın sözü deyil, o qanundan çıxarışdır. Və o qanunda Milli Məclis qəbul edir. Gəncədəki polis rəisi Tariyel müəllim deyirsə ki, qanun səhvdir. 15 dəqiqə bundan qabaqda 902 qaynar xəttə zəng elədim. Dedim belə, bir dənə cavan oğlan idi, o da götürdü. Axırda qayıtdı ki, qala da bilər, qalmaya da bilər. Deyirəm, maşın yiyəsi də mənlə bərabər aparıram. Yaxın qohumumdur. Deyir, bağışlayıram, nömrəni də istəmirəm, maşın da pay verirəm buna. Deyir, maşın yiyəsini aparsan qala bilər. Deyirəm, maşın yiyəsini də aparmışdım günlərim belə. Yox, onda deyir, qala bilməz. Deməli belə, dostum. Deyirəm, nömrəni neçə ki, deyirəm, 20-111. Deyirəm ki, 20-020 al, 20-200 al, 20-111 nədir bağlayıqsan maşına. Biraz da lağlağı dedi, yəni. Anladım, mən sizi anladım. Deməli, Fəriz, belə bir şey eləyirik. Siz indi bu dəqiqə 8155-ə qeydiyyat sözünü SMS-lə göndərin, qeydiyyatla bağlı. Gəncə qeydiyyat, yazın SMS-lə. Gəncə qeydiyyat. Biz sizə bir nömrə göndərəcəyik SMS-lə. Baş dövlət, Respublika Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsidir ki, bu problemi sizin üçün köməkli surətdə həll edə bilər. Yol hərəkəti haqqında qanun, ilk olaraq onu da qeyd edim ki, əgər Tariyel müəllim dinləyirsə, diqqətlə qulaq asın, ola bilər ki, Gəncə interneti kəsiblər. Yox, internetdən xoşu gəlmir. Deyib ki, siz gənclər internetlə yəqin radioda qulaq asmır. Amma yox, qulaq asırlar. Yəqin işçilərindən kimsə ola bizim qulaq asıb gəlib Tariyel müəllim bizə də orada zaten olsun dalaşırlar. Yol hərəkəti haqqında qanunun 29-cu maddəsinin 3-cü bəndi var. Orada göstərilir ki, dövlət qeydiyyat nişanı təkrar qeydiyyat aparılan zaman dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin üzərində saxlanılır. Vəssalam. Qutardı getdi. Yəni bu Pərviz bizim sözümüz deyil. Bu qanunda yazılan. Yəni ki biz onu özümüzdən çıxartmırıq. Biz onu Vəssalam. Biz sizə deməli Gəncə qeydiyyat sözünü 8155-ə göndərin. Biz sizə bir nömrə göndərəcəyik. Səhər yəni axşam yox. Səhər həmin şəxslə əlaqə saxlayın. Deyin ki, Tural verib avtostopdan bu nömrəni. Mənim Gəncədə qeydiyyatla bağlı belə bir problemim var. Əlimdə sənədim var. Alqı-satqı müqaviləsi almaq istəyirəm. Yol hərəkəti haqqında qanunun 29-cu maddəsinin 3-cü bəndi mənim xeyrimədir. Nömrəni saxlamaq istəyirəm. Mənə belə deyir. Ad, soyad hamısını verirsiniz onlara. Qoy özləri araşdırsınlar ki, nə üçün interneti Gəncədə bəyənmirlər. Bax belə. Hətta belə araşdırma aparmaq olar. Təşəkkürlər. İnşallah siz Gəncə qeydiyyat sözünü yazın. Biz sizə o nömrəni göndərəcəyik. Yaxşı? İnşallah bunun da nəticəsini yenə zəng edib sizdən. İnşallah biz sizə səbir və uğurlar arzulayırıq. Baş Dövlət Yol Polis İdarəsinə. Orada burada özbaşınalığı özünüz də görərdiniz. Mən belə eləyək də, mən olmuşam və müəyyən şeyləri görmüşəm. Mənfi cəhətləri görmüşəm, müsbət cəhətləri də görmüşəm. Mənim əsas işim nədir? Sizə qanunu izah etmək və sizə kömək etmək. Ona görə SMS-lə göndərin. Biz sizə bir nömrə göndərəcəyik SMS-lə. Əlaqə saxlayacaqsınız. Biz çalışacağıq sizə kömək edək ki, bu iş həll olunsun. İnternetin xeyrinə həll olunsun özdə. Təşəkkürlər, çox sağ olun. Minnətdaram. Bax belə, Pərviz, sənin adaşın Pərvizin başına belə oynayır. Yox, mən elə gəlir ki, o bir balaca rəislə danışanda düz danışmır. Deyir ki, mən Tural'la danışmışım, o mənə dedi. O gəlir deyərdi ki, yəni qanunda belə yazılıb. Yəni Tural öz sözünü demir ki, Tural qanundan oxuyubdur. Yəni qanunda belə yazılıb. Mən hər zaman elə sürücülərə onu deyirəm ki, əgər sizə kimsə deyirsə ki, yox, Tural səhvdir. Deyin ki, qardaş, bax Turalın dediyi qanun 29-cu maddə 3-cü bənddir. Aç kitabı, çünki polis idarəsində yol hərəkəti haqqında qanunun 2014-cü il versiyası çap versiyada olmalıdır. Bu onların vəzifə borcudur. Aç qanunu 29-cu maddənin 3-cü bəndini tutuşturaq. Görək məndə nədir, səndə nədir? Əgər uyğun gəlməsə, deməli kimdəsə düzgün deyil. Yəni düz deyil. Əsas məsələ odur ki, bu bizim öz sözümüz deyildi. Yəni biz bunu qanundan götürüb
dinləyiciyə məlumat verir. Həm dinləyicilər, həm də tamaşaçılara bizi avtostop.tv saytına daxil olmaqla izləyə bilərsiniz. Ebro Turizm, turizm sferasının bütün səyahələrində yüksək peşəkar xidmət göstərən şirkət Ebro Turizm dünyanın istənilən nöqtəsində aviabiletlərin və otellərin bronlaşdırılması, viza dəstəyi, ölkə daxili turların təşkili, bir sözlə hər cür turizm xidmətini təşkil edir. 3 gecə 4 gün 299 manata Dubayda. Aviabilet, transfer, sığorta, otel, səhər yeməyi hamısı bura daxildir. Əhməd Rəcəbli 50F əlaqə nömrəsinə isə zəng edirsiniz 012 555 1947 012 564 89 87 mobil 055 və 077 abunələrlə 311 19 47-yə zəng edin. Bu arada mən bunu niyə görə elan edərim? Biz İstanbula yeni il səyahəti sizə təqdim edə bilərik. Mən Dubay məsələsi də xoşuma gəldi. Qışda Dubayda isti olur. Dubaya da göndərərik, amma hələlik İstanbula göndərək. Çünki bəzən sevən gənclərin romantik şəhəri Dubay deyil, İstanbul olur. Bəli. İstanbul çox kontrastlı şəhərdir və ona görə də biz İstanbula göndərə bilərik. Sadəcə sükan arxasında bax bizi indi izləyirsiniz YouTube'da. Onun şəklini çəkin və ya radioda dinləyirsiniz, radionun şəklini çəkin. Sükan arxasındasınız, sükanda öz şəklinizi çəkin və ya daha bir ünvan deyə bilərəm sizə. Yolu çəkin, tıxacı çəkin, onu Instagramda və Facebook'da #avtostop, #avtobaz adı ilə paylaşın. Biz o şəkilləri yığırıq. Dekabrın 1-də yarışmamızın ikinci mərhələsi başlayacaq ki, siz İstanbula gedəsiniz Ebro Turizmlə. Və əlavə olaraq onu da qeyd edək ki, əgər Instagramda bizi tapmaq istəyirsinizsə dj.tural tapın Instagramda, bizi oradan izləyə bilərsiniz. Avtostopun rəsmi səhifəsi də Facebook'da mövcuddur. Avtostop.tv saytına daxil olub bütün bu məlumatları əldə edə bilərsiniz. Avtostop efirdədir. Gələn SMS-lər var. Pərviz, salam, necəsiz? Noyabrın 3-də 90 KD 151 dövlət qeydiyyat nişanı itib. Xahiş edirəm köməklik göstərəsiniz. Mən 90 BL 603 nömrəsinin itməsinə bağlı var idi. Artıq tapıldı. Yəni sahibi tapıldı, dünən elə gecə ilə tapılıb. Salam, mənim sürücülük vəsiqəmin vaxtı bitib, Gədəbəy qeydiyyatındayım. Onu hansı və necə asan xidmətdən ala bilərəm? Gəncə asan xidməti var, səhv etmirəmsə. Gəncə asan xidmətindən ala bilərsiniz. Gəncə asan xidmətindən əldə edə bilərsiniz. Dinləyicimiz artıq öz nömrəsi ilə və Gəncə qeydiyyat sözünü yazıb göndərdi. Sənin adaşın Pərviz artıq bu məsələ ilə nə üçün internetdən Gəncə polisinin, yol polisi idarəsinin xoşu gəlmir? Bu barədə araşdırmanı Resko dövlət yol polisi aparacaq. Özü belə olacaq da qardaş, sən internetdən xoşun gəlmir, gəl sənə bir fiber optik indirəcək. Bugünə qədər xoşum gəlmirdi, bundan sonra xoşum gələcək. 81-55-ə sükan arxasında pis vərdişlərdən danışırıq. Siz öz fikirlərinizi bölüşdürə bilərsiniz. Abdullayev Anar telefon xəttəndə. Anar, salam əleykum. Anar, salam, travaxsanız xeyr. Aqibətiniz xeyr, necəsiz Anar? Çox sağ olun, yaxşı olasınız. Hardasınız Anar? Salam, axşamınız xeyr. Hardasınız Anar? Bu 9-cu mikrorayondayam. Vəziyyət necədir? Normaldır, yəni. Amma Azallı prospektində Bakı-Sumqayıt, Zərdabi prospekti, Neftçilər, Zərifə Əliyev var, Rəşid Bebudov, Səməd Urğun, Bülbül, Afiyəddin Cəlilov, Nobel prospekti, Heydər Əliyev prospekti, Dərnəgül yolu, Ziya Bünyadov prospekti və Azallı prospekti Rəsulzadə qəsəbəsi istiqamətində. Hamısı qıpqırmızıdır. Bəli, hamısı qıpqırmızıdır. Yox, onsuz da indi Masazır istiqamətində, Sumqayıt istiqamətində gələcəm. Onda sənin yolun açıq olacaq. Çəkir, hər axşam belədir. Aydındır. Bəli, buyurun, eşidirik. Sizi eşidirik. Deməli, elə yerin zəng eləmişdi. Gəncədən. Mən də sizə bir şey demək istərdim bu arada. Deməli, inşallah istəyirsiniz, yəni səmimi qəhsdən deyirəm, 6 bazar olsa laf yaxşı olar. İşdən də icazəli olarıq. Deməli, gedək Gəncəyə, Bakının problemlərini qurtarmaq biraz çətin məsələdir, təbii. Əhali çoxdur, yollar çoxdur. Gəncədə də az deyil. Nəsə maraqlı təklif olacaq deyən görüm. Amma Gəncədə hardasa bir 6 dənə yol kəsişməsi var ki, oranı tam qaydasına sizin vasitəsilə qoymaq olar. Yəni özlərinə sərf eləmir qoymurlar, çünki orada yol polisləri həmən vəziyyətdən sadəcə istifadə edir. Hansı kəsişmələrdir? Amma yəni belə deyim də sizə, yol kəsişməsidir, daha doğrusu yolda dairə var, yol hər istiqamətdən dairəyə daxil olan yolda dairə nişanı olduğu halda nədənsə bəzi maşınlar dairəyə girib amma kənar yolu buraxmalı olur, onu da yol polisi istədiyi tərəfdə, yəni istədiyi kimi söhbəti yəni fırlayır,
5-3 manat olsun, bu da getdi belə. Mən belə başa düşdüm ki, dairəvi hərəkət təşkil olunmuş yol həricin keçilmə qaydası pozulur və bundan sui istifadə halları müşahidə olunur. Düz başa düşdüm sizi. Məsələn, elə yol orada qabaq bir dənə znak qoymuşlar ki, belə deyək də, gözdə, ustupi. Sonra o znakı yığışdırdılar. Avtomatik olaraq orada hərəkət dəyişirildi də. Yəni, əgər dairə nişanı varsa da, deməli, dairədəki boşalır. Ondan sonra ona daxil olur. Bilirsiniz, işarə dəyişəndə qabaqcadan xəbərdarlıq edirlər. Mən səhv eləmirəmsə, bir neçə gün xəbərdarlıq edirlər ki, da bu gündən sonra, çünki Ukrayna meydanında elə oldu. Orada xəbərdarlıqsa olmur. İndi dairə ilə başqa nə problem var kəsişmələr deyil? Yəni biz Gəncəyə ezam olunub o hissələri çəkə bilərik, problem deyil. Başqa hansı küçədə problem var? Nə problem var Gəncədə? Hal-hazırda Bakıdakı olan deyil, deməli gündə oradan bir-iki dəfə keçirəm, əziyyət çəkirəm, sözün asılı. Deməli, İnqilab belə deyil, Həsən Akademik Həsən Əliyev küçəsindən azadlığın kəsişməsi. Bəli. Sağ tərəf başda həm yaşıl olan. Bəli, dönürsünüz. Setafor işləmir, lambuşkası işləmir, skərəyivsi bu. Orada da onsuz da zahmat sağ zolaqdakı siqnalla zorla yola vermək olur ki, yəni sürü, sənə partiyyanı yaşıldır. Amma indi... Yox, işləmirsə, yox, yanmırsa, onu artıq hərəkət etmək ixtiyarı yoxdur. Ancaq əlavə əsas seksiya ilə dönə bilər o. Yox, bizi necədir? Orada skərəyivsi lambuşka yanmır. İndi lampuçka yanır. Əsas odur ki, sönüydüsə o dönməli deyil. Yox, dönmür, heç kim dönmür. Sadəcə, yəni... İndi nə təklif yalnız ki, radionu söndürün, qısa olaraq indi belə deyək də, vaxtımız çox azdır bizim. Qısa olaraq nə eləmək lazımdır? Lampuçka gətirək, nə eləyək ora? Yox, sadəcə nəzarət eləsinlər, əgər lampuçkadansa da qaydasına qoysunlar. Çox gözəl, mən ümid edirəm ki, o lampuçka dəyişənlər sizi eşitdilər. 20 qəpiklik lampuçkanı gəlib orada quraşdırdılar. Yox, ora 20 köpüklü qoymazlar. Allah saxlasın sizi öldüm gülməkdən hansı mövzuya. Biz burada müxtəlif mövzulardan danışırıq və ölümcül mövzularımız çox olur. Əla, telefonda baxıram, radioda qulaq asıram, YouTube-da səs gecikir. Əgər siz YouTube-da səsin gecikməyə dedikdə, siz YouTube-a baxsanız, səsi YouTube-dan alsanız, onda gecikmə olmayacaq. Amma 30 saniyə, ta ki FM-lə belə deyək də, görüntü arasında fərq olur. Amma görüntüyə baxsanız, səsi ilə bərabər orada gecikmə olmur. Yeri gəlmişkən avtostop.tv saytına daxil olub, bizi birbaşa izləmə imkanına maliksiniz. Salam Tural, əgər mən başqa maşının adımı alıramsa, köhnə maşının nömrəsini yeni maşının üstünə keçirdə bilərəmmi? Hər ikisi də öz adımadır. Artıq yoruldum. Neçə illərdir Perikirkaya 500 manat alırlar. Ağası yazıb göndərib. Mən sizə bir şey deyim. Köhnə maşını satdıqdan sonra yeni maşın alanda köhnə maşının nömrəsini bron edib təzə maşına verə bilərsiniz. Amma təzə maşın alıb bunun nömrəsini ora, bunun o nömrəsini o biri Tetris qaydaları burada keçmir. Avtostop. Avtostop. Mitsubishi avtomobil mərkəzi dostlarımızdan biridir. Yapon mühəndisliyin daha bir yeniliyi Mitsubishi Atraj gözlənilən kompakt sedan yola çıxdı. O qənaətli yanacaq sərfi yüksək klerisi geniş interyerlə sinifinin öncülərindəndir. Mitsubishi Atraj bütün xərclər daxil olmaqla 2500 manat ilkin ödənişlə. 156 evakuasiya xidməti sizə yolda yardım xidməti təklif edir. Yolda qalmısınızsa, yanacaq bitibsə, avtomobildə problem varsa çəkinmədən 156 evakuasiya xidmətinə zəng edin. 156 evakuasiya xidməti sizi yolda qoymayacaq. Banko Baku pul vəsaitlərini etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyənlər üçün dinamik əmanəti təklif edir. Əmanəti artırmaq və azaltmaq imkanı. Minimal məbləğ 100 manat. Əmanətin vaxtından əvvəl çıxarılan və ya azaldılan hissəsi üzrə müəyyən xalis faizlərin verilməsi. Əmanət klubundan 1% qədər bonus məbləğin 80% həcmində pul krediti. Ətraflı məlumat üçün 145-ə zəng edin. Yalnız Optimal Electronics'da istənilən məhsulu arayışsız, zaminsiz tək şəxsiyyət vəsiqəsi ilə 0 ilkin ödəniş, 0%, 12 ayadək əldə etmək imkanı. Planşet ayda cəmi 15 manat, notebook ayda cəmi 33 manat, televizor cəmi 29 manat. Əlavə məlumat əldə etmək istəyənlər 954-ə zəng olsun. Pərviz niyə görə pauza verdi, fasilə verdi, mən sizə deyim. Bu təklif Pərvizi maraqlandırdı. Notebook bu qiymətə, deyən gedirəm almağa. Çox ucuz, çox ucuz. 2 sim kartlı, damlı cərəyan saxlamaq qabiliyyətli, Quad HD ekranlı və büdcənizə uyğun smartfon istəyirsinizsə, onda LG C3 Bit modeli doğru seçimdir. LG C3 Bit modelini İrşad Electronics mağazalarından 18 aya qədər kreditlə və ayda 22 manata əldə edə bilərsiniz. Az-sığorta sizə kaska icbari və müxtəlif sığorta xidmətləri təklif edir. Sadəcə Ulduz 6565-ə zəng edin. Az-sığorta sizin sığorta arzularınızı reallaşdırsın. Ekspres kasko, biznes sığortası, əmlak, avtomobil və səyahət sığortasını əldə etmək üçün
Az Sığortaya müraciət edin. Ulduz 65-65. Daha bir dostumuz Mannol məhərik yağlardır. 5W30 100% sintetik məhərik yağı Yapon nəhənglərinin seçimidir. Siz də öz seçiminizi edib məhərikinizin ömrünü uzada bilərsiniz. Mannolla hər zaman öndə ol. Qomas Avto Ehtiyatçılar mağazalar mərkəzində isə şəhərimizin 5 yerindədirlər. Babək prospekti 2216, Məhəmməd Hadi 136, Şərifzadə 25 və 26 və Şərifzadə 219, Əliyar Əliyev 25 və 26 ünvanına müraciət edin. 26 Əliyar Əliyev 26-da səs boğucusunun təmiri var. Ora müraciət edib avtomobilinizin səs boğucusunu təmir etdirə bilərsiniz. Telefon 050 648 83 13 055 227 31 81. Avtostop. Mitsubishi'dən yeni avtomobil almaq üçün yeni fürsət. Əsl Yapon keyfiyyətinə malik Mitsubishi ASX crossoverini indi 4700 manat ilkin ödənişlə 5 illik lizinqə əldə edə bilərsiniz. Sığorta və lizinq xərcləri ilkin ödənişə daxildir. Nağd alanlara xüsusi sürprizlər. Ətraflı məlumat üçün şəhər telefonu 349 0006. Biznesiniz təhlükədədir? Eviniz qarət edilib? Avtomobiliniz zədələnib? Səhhətinizdə problem var? Zamanı geri qaytara bilməsəz də itirdiklərinizi yenidən qazana bilərsiniz. Düzgün hərəkət istiqaməti seçməklə həyat yenidən qaydasına düşür. Az sığorta hər addımınızda sizinlə. Çatmır. Cəmi 4500 manat çatmır. Ay kişi, orada öz-özünə nə danışırsan belə? Sevda deyirəm 4500 manat çatmır ki, mən o maşını alım. Ay kişi, doşa balmısan bal çıxıb Mən pullarımızı çoxdan banka qoymuşam. Bizim 4500 manatı yox, düz 6000 manatımız yığılıb. Necə? Sənə demişdim axı, pullar bankda daha gəlirlidir. Hələ Bank of Baku'nun əmanət kampaniyası ilə daha da gəlirli oldu. Bəli, Sevda xanım tamamilə düz deyir. Bank of Baku'nun yüksək faizli əmanət kampaniyası davam edir. Fürsəti qaçırmayın. Daha ətraflı 145. Bank of Baku 20 il sizin sayənizdə. Optimal Electronics'ten inanılmaz kampanya. Marka və modelindən asılı olmayaraq istənilən köhnə məişət texnikasını evinizdən alıb yenisi ilə dəyişirik. Yeni seçdiyiniz məişət texnikasını 25%-ədək endirimlə və ya tək şəxsiyyət vəsiqəsi ilə 0%-la 12 ayədək kreditlə əldə edə bilərsiniz. Yeni ilinizi yeni seçimlərinizlə qarşılayın. 24 saat ərzində çatdırılma və quraşdırılma pulsuzdur. Əlavə məlumat əldə etmək üçün telefon 954 Optimal Electronics. Yeni LG Smart telefonu almaq istəyənlərə Smart təklif. Noyabr ayı boyunca bütün Baku Electronics mağazalarında LG smartfonları ilk ödənişsiz 12 ay faizsiz kreditlə. Baku Electronics son texnologiyanın ilk ünvanı. Telefon 143. Qomus Avto, buyurun. Hanım salam. Bəlkə sizdə Alman maşınları üçün ehtiyat hissəsi olar. Bəli, var. Sadəcə siz mənə markanı və ili deyin. Sizin üçün taparıq. Dostum yanımdadır. O da Yapon maşınları üçün soruşur. Onlar da var. Əlbəttə var. Şəhərin 5 yerində, Qomus Avtonun mağazalarında istədiyiniz ehtiyat hissəsini tapa bilərsiniz. Hanım, bir şey də soruşum. Quluşitellə katalizatoru sizdə dəyişmək olur? Bəli, bizim rəsmi servisimizdə sizin üçün səs boğucu və katalizatorun dəyişməsi ucuz və keyfiyyətli olacaq. Hanım, sizə bir şey deyim. Buyurun. Sizdən yoxdur. Bakının sizə yaxın 5 nöqtəsində, Əhmədlidə, Məhəmməd Hadi 136, Nərimanovda Əliyar Əliyev 25 və 26, Babək prospekti 2210, Yasamalda Şərifzadə 219, telefon 050 648 83 13, 055 227 31 81. Qomus Avto. Bizdən yoxdur. Vəziyyət pisdir. Təcili yağ köçürmə. Mannol yağları nano komplekslərlə motorda yaranmış nasazlıqları asanlıqla aradan qaldırır. Mannol mühərrik yağları, gələcəyin texnologiyası. SKT şirkəti, Almaniya. Mannol, avtomobilinizin sağlam ürəyi.
Noyabr ayının 15-nədək Dostech mağazalarından mükəmməl sadəliyə, gözəl dizayna məxsus LG smartfonlarını ilkin ödənişsiz 12 aylıq faizsiz əldə edə bilərsiniz. Tələsin. Məlumat mərkəzinin əlaqə nömrəsi 012 454 0010. Dostech. Gəlin dost olaq. Infiniti Premium avtomobil sinifinin təkrar olunmaz nümayəndəsi, əsl dəbdəbə nümunəsi. İndi Infiniti avtomobilləri xüsusi təkliflə Lüks biznes sedan Infiniti Q70 və əsl sənət əsəri QX70 cəmi 49.900 manata. Ünvan Babək prospekti 31, əlaqə nömrəsi 934. Bu ruhlandıran performansdır. Bu Infiniti'dir. Hey Qaraciyər, mənəm beyindi. Niyə inildiyirsən orada? Hələ soruşursan da, təbii ki xəstəyəm. Ağrımı bildirmirəmsə o demək deyil ki, əziyyət çəkmirəm. Sən deyilsən məni yanlış qidalanma, toksinlər və alkoqolla zəiflədən. İndi də çarə qıl. Yaxşı, deyinmə. Mən bilirəm nə etməliyik. Sənə təcili Essentiale Forte N lazımdır. Essentiale Forte N-in tərkibinə daxil olan yüksək təmizləmə dərəcəsinə malik təbii fosfolipidlər qaraciyəri qoruyur və bərpasına kömək eləyir. Sağ ol beyim. Bax bu ayrı məsələ. Essentiale Forte N qaraciyərinizin qeydinə qalın. 2 kapsuldan gündə 3 dəfə. Hər cür şəraitdə etibarlı biznes tərəfdaşınız Renault Docker. Praktik, qənaətçil və ən əsası münasib qiymət. Renault Docker dözümlü Avropa avtomobili. Sərfəli lizing şərtləri ilə cəmi 14.200 manata. Əlaqə nömrəsi 934. Embavudla həyatınıza sıfırdan başlayın. Eviniz üçün yeni mebellər 12 ay müddətinə 0 kredit faizi ilə Embavudda. Embavud. Yeni evimi sevirəm. Yes. Hamı efirə hazırdır. 1, 2, 3. Bugün həmişəki kimi sizdən mənəm, DJ. Nə oldu sənə belə? Xəstəsən? Hə dostum, belə səs efirli deyil. Demə. Soyuqlamışam. Burnum tutulub. Nəfəs almaq belə ağırdır. Yəqin ki, bugün efiri ləğv eləməyə məcbur olacağam. Heç nə ləğv olunmayacaq. Budur, sına. Bir neçə damcı və sən yenə də efirdəsən. Pinosol təbii vasitədir. Onun tərkibində 5 müxtəlif bitkinin efir yağları və vitaminlər var. Sən tez bir zamanda yaxşılaşma hiss edəcəksən. Pinosol. Yaxşı, hazırsan? Həmişə hazır. Efir. Of, bax gör nə edirsən forum. Qızlar, məni bu bəladan qurtarın. Diş ətim öldürür, qanıyır, ağrıyır. Sınamadığım macun, yaxalayıcı, heç nə qalmayıb. Xeyri yoxdur. Mənim də başıma gəlib. İnternetdə diş əti üçün müalicəvi gel Metragil Denta'nın saytı qabağıma çıxdı. Mikrob əleyhinə geniş kompleks imiş. Bir həftəyə diş ətin sağalır. Metragil Denta ağız boşluğuna təcili yardım. Ətraflı metragildenta.ru saytında istifadə qaydaları və əks göstərişləri ilə tanış olun və ya həkiminizlə məsləhətləşin. Connect TV yeniləndi. İndi 9 azayına artıq 75 yox, 105 sili kanal. 1 dekabra qədər Connect TV-yə qoşul, 2 aylıq abunə haqqını pulsuz hədiyyə al. Ətraflı məlumat üçün telefon 159. Connect. Dünya mebeli bir ünvanda, bir mekanda, Xırdalanda, bizim evdə, Riyadda. Ünvan Bakı-Sumqayıt yolu 7-ci kilometr. Bizim ev mebel şəhəri. Biznesi inkişaf etdirmək üçün impuls. Bugün Parabankdan kredit al, 2 ay faiz ödəmə. Parabank. İmkanlarımız sərhədsizdir. Əlavə məlumat üçün 139. Asgroup Investment yeni layihəsini təqdim edir. Renaissance Palace Premium yaşayış kompleksi. Orijinal memarlıq üslubunda olan yeni mənzil konseptini seçərək statusunuzu daima vurğulayın. Renaissance Palace. Öz statusunu seç. Ünvan Zahid Xəlilov küçəsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında. Telefon 050 715 88 88. www.renaissancepalace.az. Əmək haqqınızı Azərbaycan Beynəlxalq Bankının kartı ilə alırsınız. Onda kart sizdən, kredit bizdən. İndi maaş kartlarımızın sahibləri tez və rahat şəkildə 15.000 manatadək kredit ala bilərlər. 937 nömrəsinə zəng edin və sizə düşən kredit məbləğini öyrənin. Sərfəli faiz, 5 ilədək müddət, üstəlik kreditin banka gəlmədən avtomatik və onlayn ödəmə imkanı. Adi maaş kartınızla qeyri-adi imkanlar əldə edin. Azərbaycan Beynəlxalq Bankı. Əlaqə üçün 937.
Gənc olanda sən həyatda hər şeyi, hisslərini, anlarını, əyləncəni bölüşməyi sevirsən. Sən də gənc ol. 75-75-ə gənc ol 5 və ya gənc ol 10 göndər, tarifə qoşul. Sərfəli qiymət və güzəştlərdən yararlan. Ətraflı məlumat gəncol.az portalında. Azercell ilə həyat daha gözəldir. Evinizdəki yeniliyə hazır olun. Bu ilin sonuna dək Türkiyə istehsal olan Arçelik məhsulları 15% endirimlə Arçelik mağazalarında. İnanmayacaqsınız, amma 32 ekran HD və LED Arçelik televizoru cəmi 269 manata. Telefon Ulduz 3344. Yeni Həyat Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə gənc ailələr daxil hər kəsin faydalana biləcəyi Grand Həyat Yaşayış kompleksini təqdim edir. Şəhər mərkəzinin yaxınlığında Tbilisi prospektində yerləşən və 7S keyfiyyət standartlarına cavab verən Grand Həyat kompleksindəki 1, 2, 3 və 4 otaqlı təmirli və təmirsiz mənzillərə 10% ilkin ödəniş, 10 il müddətinə və illik cəmi 10% ipoteka şərtləri ilə sahib olun. Üstəlik, hər alınan mənzilin eyvan sahəsinə 50% endirim də sizin olsun. Əlaqə nömrəsi 922. Yeni Həyat. Arzularınızın memarı. Dünyam səninlə təmiz, sil hopdur qurula, kağız, dəsmal və salfet, markamızdır Aura. Keyfiyyətdə şəriksiz, vale edib çoxunu, rahatlığı duyun siz, yumşaqlığa toxunun. Yumşaqdır ipək kimi, zəriflik nişanəsi, etibarlı gigiyenik Aura ailəsi. Başladı. Axır ki başladı. Nə başladı? Harda başladı? Harda olacaq? Təbii ki Megafanda. Bir ətraflı danış görün. Bax, demək indi həftə içi Megafandan 20 manatlıq zaman kart alana 20 manatlıq balans kartı hədiyyə edilir. Üstəlik buradakı tədris mərkəzi, mağazalar və restoranlar da 20% endirim təqdim edir. Demək indi az ödəyib çox əylənmək mümkün olacaq. Demək indi uşaqlarla da, dostlarla da yalnız həftə sonu deyil, həftə içi əla vaxt keçirmək olacaq. Siz də həftə içi Megafana gəlin, çox əylənin, az ödeyin. Ətraflı məlumat üçün 922-yə zəng edin. Ford Focus müasir texnologiyalarla təchiz olunmuş, Avropa keyfiyyətli, ideal avtomobil. 1 illik sığorta hədiyyə olmaqla və 15% ilkin ödənişlə Ford satış mərkəzlərində. Ford Focus avtomobildən daha üstün. Əlaqə nömrəsi 934. Avtostop. Avtostop. Avtostop efirdədir. Mənim adım Turaldır və mən Pərviz. Pərviz Əbubəkirovla bərabər sizə avtostopu təqdim edirik. 6 dəqiqə işləyir, saat 8-də şəhərdəki vəziyyətə baxa. Pərviz, baho! Ged-gedə qızarır. Nəsə bu günləri hamı deyəsə maşınları çıxarılıb yola. Yəni mən bu günləri çoxlu sayda polis əməkdaşı gördüm ki, yəni kimi tutdular yazırdılar, amma Bakı-Sumqayıt yolu, Azadlıq prospekti, deməli Neftçilər prospekti və Heydər Əliyev prospekti ən strateji yolların hamısı tıxacdır. Mən bir şey xahiş eləmək istəyirəm dövlət yolu polis əməkdaşlarından, Bakı-Sumqayıt yolunu biraz tez açsınlar. Mən buradan çıxandan sonra Ceyranbatana getməliyəm. Sən fırana gedəməzsən? Fıran getmək istəmirəm. İstəyirəm düz gedim. Düz getmək istəyirsən və bu arada yeri gəlmişkən sən mənə dedin ki, qulaqlıqların qırmızılığı ilə bağlı kompliment deməyim, mən sən bu komplimenti deyəcəm. Mən sənin qulaqlığın qırmızılığı şəhərimizin tıxacının qırmızılığı ilə paralelliyi təşkil edir. Pərviz, bunu biləcəksən. Şəhərdə vəziyyət belədir, hörmətli dinləyicilər, qıpqırmızıdır və Səməd telefon xəttindədir. Səməd, salam əleykum. Necəsən Səməd, hardasan indi bu dəqiqə? Yaxşı, mən Salsan Əsgərov küçəsindəyəm. Burada hərəkət dayanıb. Hərəkət yoxdur demək olar ki. Və polis əməkdaşlarını da görmürəm, bayaq dediyim kimi. Hərəkətə daha çox nə mane olur Səməd? Hərəkətə daha çox yenə də avtomobil sıxılır. Çoxlu avtomobil var, bir də ki yenə də bu marşrutlar ki gəlir Azadlıq prospektindən. Bəli. Onlar bir də avtomobillərin sahibi olması yəqin ki, hər kəs işdən çıxıb evə gedir ona görə. Yəni parklanma ilə kimsə mübarizə aparır orada o yolda yoxsa yox?
Yox, parklama nömrəsi aparan yoxdur. Mən maşınların yanında sözləri də görmürəm. Mən artıq görüntünü ötürə bilirik. Sən kameranı düzəltsən biz o görüntünü görə bilərik. Bu dəqiqə hansı küçədir bu? Salatın Əsgərova küçəsi. Salatın Əsgərova küçəsi. Sağda solda avtomobillər saxlayıblar, hərəkətlər var. Məsələn, avtomobilin sahibi də yoxdur burada, amma daima durma qadağandır Salatın Əsgərova küçəsində, mən biləni, düzdürmü? Mənə elə gəlir ki, onlar nəyə görə saxlayırlar? Çünki niyə görəsə insanlarda belə bir təəssürat yaranıb ki, saat 6-dan sonra evakuatorlar işləmir. Yəni kim onlara deyib ya bu məlumatı bilmirəm. Bu məxfi məlumatı hardansa onlar əldə ediblər. Bir dəfə Yevlaxda belə bir hadisə daha Mingəçevirdə belə bir hadisə baş vermişdi, söz zamanı çəkər. Yəni kimsə demişdi ki, evakuator 6-dan işləmir, Bakıda kiməsə deyiblərsə, deməli sürücülər arasında belə bir şayəni buraxıblar, bilinmir kim bura. Deyim ki, qardaş, yanvarın 1-dən sonra, yanvarın 1-nə qədər nə eləyirsinizsə radar, o hamısı bağışlanacaq. 31 dekabr. Borcdan silinəcək. Hamı da başlayıb radara tap-bataraq keçmir. Ağrıda Yevlax polisinə çağırırlar ki, qardaş düşmüsən bu dedi ki, bəs bizə dedilər ki, falan yas mərasimində dedilər ki, bəs 31 dekabrın bağlı. Falan yas mərasimində molla dedi ki, dekabrın 31-i siz bəs bağışlayacaqlar həmrəyli gündən bağlı. Ona görə elədim. Yəni ver sənədi bura. Sizə bilmirəm kim nə deyib yazıblar. Yəni niyəsə görə bax bu dəqiqə baxırıq Salatın Əsgərova küçəsində sürücülər ona görə problem yaşayırlar ki, kimlərsə yolun sağ və sol kənarında saxlayıb bu barədə görüntünü bizə Səməd ötürür Salatın Əsgərova küçəsindən onlayn olaraq. Çox böyük sıxlıq var. Çox böyük. Yəni hətta yol aracının ortasında dayanan avtomobillər var. Fikir verirsən? Kətişmənin ortasında dayanıb. Baba, fikir verirsiniz düz yolun ortasındadılar. Bəli. Bir söz dinləyən var. Buyur eşidirəm. Biri pəncərəni atıb və mənə deyir ki, sən nə çəkirsən? Deyirəm ki, və siz 600 atın, biləcəksiniz. Belə çəkmə də, heç olmasa belə çəkmə. Necə çəksin? Yəni bəlkə başını da aramaq istəyirdi ki, bəlkə saç düzümlüyü yaxşı deyildi, ona görə deyir ki. Val, mən sizə bir şey deyim, müzayiqə sürücüləri ki, görürük biz Salatın Əsgərova küçəsində hərəkət çox zəifdir və yol polis əməkdaşından xahiş edərdi ki, bu kəsməni idarə etsinlər. Çünki Azadlıq prospektində Salatın Əsgərova kəsməsində svetoforu çatdırmırlar, yolun ortasında dayanırlar. Yolun ortasında dayanırlar, özdə ki, niyə görəsə sürücülər bizdə görür, anlayır ki, svetofor yaşıl da olsa qabaqda yeri yoxdur. Buna baxmayaraq yenə sürür və nəticədə yaşıl işıq sönəndə o qalır yolun ortasında. Sən indi üzü Azadlıq prospekti istiqamətində hərəkət edirsən, Səməd? Bəli, bəli. Yəni Salatın Əsgərova küçəsində çox böyük bir tıxacdır. Yəni özdə məsəl deyim, bir kəsişmədə yaranan tıxac digər tıxaclara da səbəb olur. Sən görüntünü çalışaq ki, itirməyək, amma telefonla sizlə sağollaşırıq ki, digər dinləyicini çağır, amma görüntü onlayn olaraq qalsın. Görək Azadlıq prospektinin kəsişməsində vəziyyət necədir? Təşəkkür edirəm sənə Səməd, minnətdaram. Oldu. Sağ ol. Bax, şəhərimizdə vəziyyət onlayn olaraq belədir. Yəni bir kəsişmədə yaranan tıxac avtomobillər çoxalanda digər kəsişmələrdə də tıxaclara səbəb olur. Yəni ləngimə gətirib çıxardır. Əlbəttə ki. Gəlin SMS-lər var 8155-ə. Oxumaq istəyirəm. Avtostop. Yazırlar ki, mənim də 10 eriyə 042 itib, xahiş edirəm tapılmasına kömək edin. 10 eriyə 042 itib, hörmətli dinləyicilər. Tural deyəndə ki, prikola tutmaq lazım deyil cəmaatı. Sadəcə olaraq vaxtında nömrəyə pul vermişəm və təbii hər dəfə maşın dəyişəndə artıq pul vermək istəmirəm. Ağası yazıb göndərib. Ağası, siz daim bizi dinləyirsinizsə bilirsiniz ki, mən bu vəziyyəti sizə bir neçə dəfə izah etmişəm ki, iki maşının arasında nömrələri bir-birindən dəyişmək olmaz. Köhnə maşın satanda nömrəni bron edib təzən maşın alında onun üzərinə 22 manata 17 manatya pasport və 22 manat ödəmə ilə əldə edə bilərsiniz. Vəssalam. Yəni bu cürdə olur. Yox, mən sadəcə olaraq bilmədim ki, prikol nədir. Yox, mən dedim ki, Tetris oynamırsınız da, yəni yerini dəyişməklə Tetris sözündən xoşu gəlmir. Ola bilər. Məsələn, birinin internetdən xoşu gəlmir, birinin də Tetrisdən xoşu gəlmir. 8155 SMS-ləriniz qəbul olunur. Sürücülük vəsiqəsinin seriya nömrəsini göndərmə ilə nə qədər cəriməniz var xəbərdar ola bilərsiniz. Kreativ TK təhsil kompleksində ingilis dili, alman dili, rus dili, fransız dili, ispan dili, italyan dili, çin dili öyrənə bilərsiniz. Bura effektlidir, bura maraqlıdır, bura rahatdır, bura nüfuzludur, bura sərfəlidir və Skype vasitəsilə öz evinizdə və ofisinizdə də belə xarici dil dərsi ala bilərsiniz. Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 1-ci korpus 11-ci mərtəbədə yerləşirlər. Telefon 012 497 77 69, mobil 051 977 42 47 və bu arada bir məlumat da mən sizə çatdırmağa özümə borc bilirəm ki, bir neçə dəqiqədən sonra siz Kreativ TK təhsil kompleksindən xarici dil kursunda hədiyyə qazanacaqsınız. Şəhərə qoşuluruq bu dəqiqə canlı olaraq şəhərdəki vəziyyətə baxmağa. Bizim əməkdaşımız şəhərdədir.
Nə qədər maşın var? Bura Azadlıq prospekti və Salatın Əsgərov küçəsinin kəsişməsidir. Pərviz, nə olar görüntü donmasın? Nə olar? Xahiş edirəm. Biz axı göstərmək istəyirdik. Yox, tıxacdır. Yol hərəkəti kimi görüntü də donur, dayanır. Yol dayanır və biz çalışacağıq yenə o görüntünü bərpa edək. Şəhər Yol Polisi İdarəsindən xahiş edirik ki, Azadlıq prospektinə bir əncam çəksinlər. Telefon xəttində dinləyicimiz var, onu da eşidək. Alo. Salam, aleyküm salam. Aleyküm salam, necəsiniz? Sağ olasın, nətər? Yaxşı olasınız Rövşən. Rövşən hardasınız? Bakı Sumqayıt yolunda. Vəziyyət necədir? Vəziyyət əla. Əla nə edirsiniz? Siz məni sevindirdiniz. Çünki mən birazdan... Dırnaq arasında. Dırnaq arasında. Yaxşı, siz oradasınız. Siz artıq bu işin içərisinə düşmüsünüz. Pərvizə nə tövsiyə edirsiniz? Pərviz hardan getsin? Ceyranbatana getməlidir. Pərviz Ceyranbatana getməlidir. Hardan getsin? Mən efirdən sonra Ceyranbatana getməliyim. Efirdən sonraya qədər açılar yəqin. Yəni İnşallah. 8-dən sonra açılar? Yəqin ki, açılar 8-dən sonra açılır. Onda Pərviz dinə ki, aşı sənsiz yeməsin. Buyur Rövşən, eşidirəm sizin sualınızı. Sual mənim. Yadınızda mən sizə bu Qarabağ əllərində verilən bu nömrəsi maşınlar haqqında danışmışdım. Bəli. Mən yenə görürəm daha da intensivləşib onlar, daha da çoxalıb deməklədir ki, bir-birinin bəhsinədırlar, yoxsa nədirsə, başqa rayonlara getdim, başqa rayonlarda da belədir. Mən yaşadığım yer ünvan Aksafada, ora gedəndə yenə yolda mütəmadi olaraq gördüm o maşınları. Rayon özündə də gördüm, başqa rayonlarda da. Bəli, Pərviz, Qarabağ əllərinə verilmiş avtomobillər var, bu həm AK avtomobilləridir, həm Nazlifan avtomobilləridir. Nazlifan verirlər. İndi onlara Nazlifan verirlər. Onlar nömrəsiz idarə edirlər onlar. Niyə? Mənə də maraqlıdır ki, yol polisi soruşmalıdır ki, niyə? Mən rast gəlməmişəm. Mən görmüşəm, mən bir neçə dəfə görmüşəm. Və Plyonka. Plyonka məsələsini deyəmərəm, amma nömrəsiz həmin o Nazlifan avtomobillərini görmüşəm, nömrəsiz idarə edənləri görmüşəm. İndi problem nədədir? Yəni yol polisi bilmirəm, bu barədə hələ açıqlama eləməyib. Yəni onlar yol hərəkəti qaydalarını pozurlar, yoxsa... Pozurlar, yəni nömrəsi getmək olsa pozurlar. Yox, mən istəyirəm biləm ki, dinləyicini narahat eləyən məsələ nədir? Yəqin deyirəm, bəlkə ondan bağlı nəsə bir yol... İş bundan ibarətdir ki, mənim maşınımı əgər ən yüngülünü desə, yüngül tərəf, mənim maşınımı ya vurdu, getdi, nəsə maşıma bir xəsarət yetirdi, getdisə, mən onu necə təyin edə bilərəm? Yox, orası elədir. Mən elə bildim ki, artıq nəsə bəlkə hadisə baş verib. İçində oturan bu rəngi idi. Necə deyim? Ancaq dövlət nömrə nişanı. Yox, əlbəttə ki, siz tam haqlısınız. Mən yəni sizi bu işdə dəstəkləyirəm də, amma ki insan xəsarət alsa belə, ən ağırında insan xəsarət. Əlbəttə ki. Sonra o maşını müəyyənləşdirmək də çətin olacaq, düzdür. Mən sadəcə elə bildim ki, artıq nəsə bir hadisə baş verib və siz onunla bağlı kömək istəyirsiniz ki, hansısa bir avtomobil tapılsın. Ümumi problemlər. İnşallah tək ki, heç nə baş verməsin. Yəni mən elə başa düşdüm ki, sizin maşınınızı vurub qaçıb, bəlkə nəsə belə bir şey olub, ona görə zəng vurub. Meturan müəllim, deməli, ən çox da sizə nəyə görə zəng elədim? Bax, bugün ümumiyyətlə burada bir dayanacaq var, avtovağzal dairəsinin üstündə, köprünün üstündə. Bəli. Yəni burada dayanacaq kimi qanuni bir dayanacaq yoxdur. Sadəcə ora, indi baxıram, burada bəlkə bir 100 nəfərə yaxın adam var. Birbaşa magistral yolun üstündələr onlar. Bəli. Siz inansınız, o qədər qəzalar olur. Polis var orada. Yox, burada polis yox. Yəqin o insanlar ona görə yığışır ki, avtobuslar dayanır orada, hə? Amma dayanacaq yoxdur. Bugün dayanır, ən çox burada yanana, ən çox deməzdim, 20%-dən onlar təşkil edirlər. Mən dövlət yol polisi əməkdaşlarının yerinə olsam, cərimə yazmaq üçün yer axtarım. Gedib duraram orada və gələn hər avtobus kim dayandı orada ona bir dənə cərimə. Ona görə sən yol polisinin yerinə deyirsən Pərviz. Yəni bu arada nəzərə alsaq ki, yazdığın protokolun 25%-i sənin maaşına gedir. Sən nə qədər pul qazanmaq olardı? Çox sonra Rövşən zəngizə görə minnətdaram. İnşallah. Yaxşı. Oldu. Minnətdaram. Təşəkkürlər. İndi biz Azadlıq prospektində Səmədin reportajına baxırıq. Artıq Azadlıq prospektində dəhşətli dərəcədə tıxac var. Yəni hərəkət ləngliyinin səbəbi ondan ibarətdir ki, sağda və solda nəqliyyat vasitələrini daima durma qaydalarını pozaraq saxlayırlar. Fikir ver, nəqliyyat vasitəsini necə saxlayıb. Səməddən xahiş edirəm, bax. Düz piyada keçidinin üstündə saxlayıb, düz piyada keçidinin üstündə. Özü svetoforunda. Özü svetoforun altında. Abi insafınız olsun, belə maşın saxlayarlar. 900 neçə deyə nömrəsi? Taksidir, taksi.
835 dinləyicilər. Mən o nömrəsini dəqiq görmürəm, amma bizim YouTube vasitəsilə, yəni daha sonra o veriliş arxivə düşəcək. Səmədlə əlaqə saxlayaq. Həmin maşının nömrəsini Səməd özü görür. Görür. Düz piyada keçid Azadlıq prospektində, düz piyada keçidin üzərində hörmətli Dövlət Yol Polisinin əməkdaşları nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsi sürücülərin bir nəfər də orada saxlayıb. Fikir ver. Görürüm. Düz piyada keçidinin yanında saxlayıb. Belə eləmək olmaz. Yəni konkret olsa sonra deyirsiniz ki, yol polisi mənə cərimə yazır. Yazmayıb neynəsin? Sən qardaş dayanmısan piyada keçidinin üzərində. Piyada hardan keçsin? Kəşfiyyatçıdır, altından mı keçsin, yoxsa üstündən mi hoppansın? Mən hətta bu günləri bir mənzərənin şahidi oldum. Geri telefonuma çəkəydim. İnşaatçılar metrosunun yanından keçəndə düz avtobus dayanacağının içində 2 dənə taksi dayanmış. Belə gəlir də, avtobusa gedən yol məhz taksidən keçir. Səməd telefon var. Səməd, salam. Səməd, o maşının biz nömrəsini yaxşı görə bilmirik. Neçədir o nömrəsi? 90HR 555. 555. Malades. Heç nə demirəm. Toyota markalı avtomobildir. Bir də o irəlidə dayanan avtomobildə Kia 90KN 522. 522 taksi sürücüsüdür. Düz piyada zolağının üstündə dayanıblar. Özü də tərpənmirdi. Tərpənmir. Kəsib elə kəsmə saxlayıb çıxıb gedib. Yaxşı, mən Səməd sənə bir şey deyim. Yəni bu məsələdə bu artıq qanuna əsasən, inzibati xətalar məcəlləsinə əsasən inzibati işin başlanması üçün əsasdır. Yəni ki, inzibati xətanı kim törədibsə, onun inzibati xəta törətməsi görünürsə, ekranda varsa, o artıq belə inzibati məsuliyyət cəlb oluna bilər. Fikir ver, avtobus harda dayanıb, Pərviz? Düz yolun ortasında. Düz yolun ortasında dayanır avtobus. Çox maraqlı bir şeydir. Təşəkkür edirəm. Dəstəyi asırıq sənə sağlaşır, amma sən reportajı davam elə. Çəkə-çəkə gedə bilərsən Səməd. Minnətdaram. Sağ ol. Təşəkkürlər. Bax belə. Hə Pərviz, necədir vəziyyət şəhərdə? Nə gözəl park eləyibsə. Tarixə düşdü. Gör necə park eləyib. Düz şeyin üstündə deyəm, piyada. Düz piyada keçir. Zebranın üstündə dayanıb. Rahat deyil, özü belə qırağında dayanıb. Və heç kim, fikir ver, orada kamera görüntüsü var. Orada kamera var, Tərkəz şəhər kamerası var. Yol polisinin heç kim gəlib ona demir ki, qardaş, sən burada niyə saxlamısan? Bu dəqiqə Dövlət Yol Polisi əməkdaşlarına belə çaspik saatlarında yol patrul xidmətinin əməkdaşları da kömək eləyir. Heç olmasa onlar orada olsaydı, yəni post patrul xidmətinin əməkdaşları. Bəli, kömək eləyir, əlavə qüvvə kimi. Dostlarımızın reklam məlumatları var, onları səsləndirək. Daha sonra isə biz sizə Kreativ TK Təhsil Kompleksindən xarici dil kursunu hədiyyə edəcəyik. Japon mühəndisliyinin daha bir yeniliyi Mitsubishi Atraş. Gözlənilən kompaksiyadan yola çıxdı. O, qənaətli yanacaq sərfi, yüksək klirensi, geniş interyeri ilə sinfinin öncüllərindəndir. Mitsubishi Atraş. 2500 manat ilkin ödənişlə. Atraş, qabaqcıl göstəricilərin sərfəli vəhdəti. Şəhər telefonu 349 0006. Drive at Earth, Mitsubishi Motors. Biznesiniz təhlükədədir? Eviniz qarət edilib? Avtomobiliniz zədələnib? Səhhətinizdə problem var? Zamanı geri qaytara bilməsəz də itirdiklərinizi yenidən qazana bilərsiniz. Düzgün hərəkət istiqaməti seçməklə həyat yenidən qaydasına düşür. Az sığorta hər addımınızda sizinlə. Çatmır. Cəmi 4500 manat çatmır. Ay kişi, orada öz-özünə nə danışırsan belə? Sevda deyirəm 4500 manat çatmır ki, mən o maşını alım. Ay kişi, doşa balmısan bal çıxıb Mən pullarımızı çoxdan banka qoymuşam. Bizim 4500 manat yox, düz 6000 manatımız yığılıb. Necə? Sənə demişdim axı, pullar bankda daha gəlirlidir. Hələ Bank of Baku'nun əmanət kampaniyası ilə daha da gəlirli oldu. Bəli, Sevda xanım tamamilə düz deyir. Bank of Baku'nun yüksək faizli əmanət kampaniyası davam edir. Fürsəti qaçırmayın. Daha ətraflı 145. Bank of Baku. 20 il sizin sayənizdə. Yeni LG Smart telefonu almaq istəyənlərə Smart təklif. Noyabr ayı boyunca bütün Baku Electronics mağazalarında LG smartfonları ilk ödənişsiz 12 ay faizsiz kreditlə. Baku Electronics son texnologiyanın ilk ünvanı. Telefon 143.
Optimal Electronics'dən inanılmaz kampaniya. Marka və modelindən asılı olmayaraq, istənilən köhnə məişət texnikasını evinizdən alıb, yenisi ilə dəyişirik. Yeni seçdiyiniz məişət texnikasını 25%-ədək endirimlə və ya tək şəxsiyyət vəsiqəsi ilə 0%-la 12 ayədək kreditlə əldə edə bilərsiniz. Yeni ilinizi yeni seçimlərinizlə qarşılayın. 24 saat ərzində çatdırılma və quraşdırılma pulsuzdur. Əlavə məlumat əldə etmək üçün telefon 954 Optimal Electronics. Qomuz Avto, buyurun. Hanım salam. Bəlkə sizdə Alman maşınları üçün ehtiyat hissəsi olar. Bəli, var. Sadəcə siz mənə markanı və ili deyin. Sizin üçün taparıq. Dostum yanımdadır. O da Yapon maşınları üçün soruşur. Onlar da var. Əlbəttə var. Şəhərin 5 yerində, Qomuz Avtonun mağazalarında istədiyiniz ehtiyat hissəsini tapa bilərsiniz. Hanım, bir şey də soruşum. Quluşitellə katalizatoru sizdə dəyişmək olur? Bəli, bizim rəsmi servisimizdə sizin üçün səs boğucu və katalizatorun dəyişməsi ucuz və keyfiyyətli olacaq. Hanım, sizə bir şey deyim. Buyurun. Sizdən yoxdur. Bakının sizə yaxın 5 nöqtəsində, Əhmədlidə, Məhəmməd Hadi 136, Nərimanovda Əliyar Əliyev 25 və 26, Babək prospekti 2210, Yasamalda Şərifzadə 219, telefon 050 648 83 13, 055 227 31 81. Qomuz Avto, bizdən yoxdur. Vəziyyət pisdir. Təcili yağ köçürmə. Mannol yağları nano komplekslərlə motorda yaranmış nasazlıqları asanlıqla aradan qaldırır. Mannol mühərrik yağları, gələcəyin texnologiyası. SKT şirkəti, Almaniya. Mannol, avtomobilinizin sağlam ürəyi. Infiniti premium avtomobil sinifinin təkrar olunmaz nümayəndəsi, əsl dəbdəbə nümunəsi. İndi Infiniti avtomobilləri xüsusi təkliflə lüks biznes sedan Infiniti Q70 və əsl sənət əsəri QX70 cəmi 49.900 manata. Ünvan Babək prospekti 31, əlaqə nömrəsi 934. Bu ruhlandıran performansdır. Bu Infiniti'dir. Yanğın hardadır? 3-cü mərtəbə mərzi 40, sağdan birinci qapı. Qapını açın, yanğın söndürənlərdir. Şükür Allah'a, yalvarıram, tez olun. Qıcqırma nə vaxtdan başlayıb? 10 dəqiqədir, bunun bu qədər dəhşətli olduğunu gözləmirdim. İlk dəfədir ki, qıcqırmam var. Buyurun, təcili olaraq Malox qəbul edin. Malox, mədənizdəki alovu söndürün. Azersel'dən Simsim abonəçilərinə pulsuz smartfon. Balansına 99 manat yüklə və bu məbləğlə bir il boyunca zəng et, SMS göndər, istənilən internet paketini sifariş et və ən əsası Huawei Y330 smartfonunu pulsuz əldə et. Azersel'lə həyat daha gözəldir. Mən Ruslan Qasımov. Topazda 5 manat oynadım, 8995 manat qazandım. İndi siz də Topaza gəlin. Həyatınıza həyəcan qatın. Topaz, sən də oyna, sən də qazan. Dünya mebeli bir ünvanda, bir mekanda, Xırdalanda, bizim evdə, Riyadda. Ünvan Bakı-Sumqayıt yolu 7-ci kilometr. Bizim ev mebel şəhəri. Ana, ağrı kəsici bir dərman ver. Qızım, hər dərman kömək etmir. Qarın adətən spazmlara görə ağrıyır. Ağrı kəsici ağrı hissini götürür, amma spazm davam edə bilər. Noşpa spazmı aradan qaldırır. Spazm ilə birlikdə ağrı da yox olur. Noşpa, spazm və ağrıya qarşı. Sizin biznesiniz var, bizim pulumuz. Parabankdan kredit al və 2 ay faiz ödəmə. Parabank, imkanlarımız sərhədsizdir. Əlavə məlumat üçün 139. Asgroup Investment yeni layihəsini təqdim edir. Renaissance Palace Premium Yaşayış Kompleksi. Orijinal memarlıq üslubunda olan yeni mənzil konseptini seçərək statusunuzu daima vurğulayın. Renaissance Palace, öz statusunu seç. Ünvan Zahid Xəlilov küçəsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında. Telefon 050 715 88 88. www.renaissancepalace.az.
Öskürək sanki bir tələdir. Sənə elə gəlir ki, ondan qurtulmaq mümkün deyil. Lakin təbiət qüvvəsi çıxış yolunu bilir. Bronxikum. O, hətta ən güclü öskürəkdən belə azad olmağa kömək edir. Bronxikum. Təbiət öskürəyə qalib gələndə. Əmək haqqınızı Azərbaycan Beynəlxalq Bankının kartı ilə alırsınız. Onda kart sizdən, kredit bizdən. İndi maaş kartlarımızın sahibləri tez və rahat şəkildə 15.000 manatadək kredit ala bilərlər. 937 nömrəsinə zəng edin və sizə düşən kredit məbləğini öyrənin. Sərfəli faiz, 5 ilədək müddət, üstəlik kreditin banka gəlmədən avtomatik və onlayn ödəmə imkanı. Adi maaş kartınızla qeyri-adi imkanlar əldə edin. Azərbaycan Beynəlxalq Bankı. Əlaqə üçün 937. Evinizdəki yeniliyə hazır olun. Bu ilin sonuna dək Türkiyə istehsal olan Arçelik məhsulları 15% endirimlə Arçelik mağazalarında. İnanmayacaqsınız, amma 32 ekran HD və LED Arçelik televizoru cəmi 269 manata. Telefon Ulduz 3344. Yeni Həyat Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə gənc ailələr daxil hər kəsin faydalana biləcəyi Grand Həyat yaşayış kompleksini təqdim edir. Şəhər mərkəzinin yaxınlığında Tbilisi prospektində yerləşən və 7S keyfiyyət standartlarına cavab verən Grand Həyat kompleksindəki 1, 2, 3 və 4 otaqlı təmirli və təmirsiz mənzillərə 10% ilkin ödəniş, 10 il müddətinə və illik cəmi 10% ipoteka şərtləri ilə sahib olun. Üstəlik, hər alınan mənzilin eyvan sahəsinə 50% endirim də sizin olsun. Əlaqə nömrəsi 922. Yeni Həyat, arzularınızın memarı. Segmentinin lideri, yenilənmiş Nissan Sunny, müasir dizayn, innovativ interyer və geniş salonu ilə bir adım öndə. Yeni Nissan Sunny 2500 manat ilkin ödənişlə Nissan salonlarında. Əlavə olaraq 1 illik tam servis paketi və ehtiyat hissələri hədiyyə. Əlaqə nömrəsi 934. Doğma çay, Azər çay, Qarabağ futbol komandasını dəstəkləməkdən qürur duyur. Adımızsan, canımızsan, ruhumuzsan Qarabağ, damardakı qanımızsan, çempiyonsan Qarabağ, milletin iftixarısan, yenilməzsən Qarabağ, efsanəsən sen bizim Qarabağ. Haydi haydi ileri, çık kazan zaferleri, ez geç rəqibləri, Qarabağ. Adımız, canımız, ruhumuz, Qarabağımız. Milyonlarla Azərbaycanlı ürək sizinlə döyünür. Azərçay sizə uğurlar arzulayır. Qarabağla Ukraynanın Dnepr komandası arasındaki oyun noyabrın 6-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Amerika xarizmasını özündə cəmləşdirən innovativ avtomobil Ford Edge premium sinifinə aid olan əvəz edilməz crossover. Ford Edge 15% ilkin ödəniş olmaqla Ford satış mərkəzlərində. Ford hər zaman öndə. Əlaqə nömrəsi 934. Avtostop defirdə studiyada mən Tural, hörmətli dinləyicilər, və sabah hava necə olacaq bu barədə sizə məlumatı Səma çatdırmaq istəyir. Səma bildirəcək ki, sabah yağış yağacaq, yoxsa o yağış yağandan sonra ucundan tutub göyə qalxacaqsınız. Bəlkə də hava çox isti olacaq. Sabah hava necə olacaq? Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən yüksələcək. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz olacaq. Temperatur 9-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur 10-15 dərəcə isti olacaq. İnternet market az saytı şəhərin qıpqırmızı vaxtında sizin xilaskarınızdır. Evə ərzaq məhsullarını yeyib-içməyə gətirmək üçün internet az saytına müraciət edə bilərsiniz və ya 4455-ə zəng edə bilərsiniz. Qapıda ödəyirsiniz plastik kartla və ya nəqd ödənişlə və ya istəyirsiniz xanım yoxsa kişi kuryer gətirsin, onu da seçirsiniz. İstəsəniz evə göndərə bilərsiniz ərzağı, gəlib pulu sizdən götürə bilərlər. internetmarket.az
Az saytı ulduz 44 55-ə zəng edirsiniz. Səmədlə əlaqə saxlayaq. Səməd, çox xahiş edirəm. O şəhərdədir, vəziyyəti çəkir. Biz onu həm də reklamlar vaxtı göstərirdik. Bu arada təkrar edirəm, avtostop.tv saytına daxil olmaqla canlı izləyə bilərsiniz. Və onun bizə ötürdüyü təsvirlərdən biz bayaq reklam gedə-gedə baxırdıq. Yəni bir qənaətə gəldik ki, Tural'la hər birimiz əslində o tıxacın daha çox səbəbi ondandır ki, hər iki tərəfdən avtomobillər park edilir, özü də ki, düzgün parkinq olunurlar. Bəli, düzgün park olunurlar. Məsələn, şəhərin görüntüsünə baxdıqda nə görürük? Sağda solda nəqliyyat vasitəsi saxlayırlar və sağda solda bir yana nəqliyyat vasitəsini piyada keçidində və tam keçişmədə çəpəki formada saxlayır və elə bilir ki, bu cür də olmalıdır. Yəni, qardaş, bura mənim yerimdir, bura mənim ata-babadan yadigarımdır, vəsiyyəti, bu da mənim çıxarışım. Çıxarışda göstəririm ki, mən burada saxlamalıyım. Mən burada maşın saxlamalıyım. Alo. Alo. Səməd, hardasan? Bu görüntüləri görürük, amma sən indi hansı küçədəsən? Mən yenə də Azadlıq prospektindəyəm. Bu Fransız səfirliyinin öndəyəm səfirlərim. Aha, və vəziyyət gördüyüm qədər burada vəziyyət yaxşıdır, amma yuxarıda yaxşı deyil. Elə bil ki, tıxac yoxdur, hə? Əgər siz təsvirdə görürsünüzsə, məndən düz qabaqda bir Mercedes markalı avtomobil dayanıb, yenə də yəni piyada keçidini. Bəli, bir yeri gəlmişlər, o Alman avtomobili niyə görə piyada keçidində saxlayıb? Hansı küçədir o? Bir dənə ona görə ki, o Alman avtomobilini sürən Azərbaycanlıdır. O Alman deyil. Bu bir. İkincisi, çox güman ki, həmin o sürücü Alman kəşfiyyatçılarını yetişdirməyə çalışır ki, hamı sürünə-sürünə onun maşının altından keçsin. Bu müharibə şəraitində yaşayırıq bəlkə. Onu öyrətmək istəyir. Bax, görürsən, taksi sürücüsüdür. Sabah bugün zəng desə ki, mənim cərimə eləyiblər, mən təəccüblənməyəcəm. Amma piyada keçidində... Özdə şikayət eləyəcək elə ki, mən çıxıram, pirtke çörək pulu qazanmaq, əziyyət çəkirəm. Dövlət yol polisi belə cərimə yazır. Baba, onu görürük, o düz piyada keçidində yazır. Piyada keçidinin üstündə dayanıb, deməli, bizi görməyən dinləyicilər üçün deyirəm ki, ağ Mercedes markalı avtomobildir, nömrəsini görə bilmirəm. Nömrəsi neçədir? 99 BB 393. 399 BB 393. Xahiş edirəm maşını götürün orada. Xahiş edirəm piyada keçidən maşını götürün. Yəqin onun da maşınında bizim radionu dinlənir, ona görə eşidir. Yox, bəlkə də dinləyirik, amma söhbət onun dinləyib dinləməməyinə getmir. Söhbət insana adi, normal mədəniyyət qaydalarına gedir. İstəyir dinləsin, istəyir dinləməsin. Sən konkret olaraq bir vətəndaş kimi vətəni və sevgin olmalıdır. O sevgin nədə göstərir özünü? Sən vətəndaşlara... Digər vətəndaşlara hörmətdə. Bəli, digər vətəndaşlara hörmətdə. Bu olmayacaqsa, sən istəyirsən, nə istəyirsən elə, sənə heç kim hörmət qoymayacaq. Nə yol polisindən qoyacaq, nə də adi şəxslər sənə hörmət qoyacaqlar. Təşəkkür edirəm, Səməd. Mən sənə sağollaşıram, minnətdarım və görüntünü elə görüntü ilə də sağollaşa bilərik. Yəni, artıq, belə deyək, bu görüntülərlə vidalaşmaq ümidi ilə səndən sabaha qədər sağollaşıram. Təşəkkür edirəm, gedə bilərsən, istirahət edirəm. Və mən sürücülərimizi nizam-intizama dəvət eləmək istəyirəm, fürsətdən istifadə edib. Çünki həqiqətən də bu təsvirlərə baxanda deyir, insan kənardan baxanda hər şey daha yaxşı görür. Çox pis görünür ki, düz piyada keçidinin üstündə avtomobili park eləyib, oturub rahat semişka çitdir öz üçün taksi sürücüsü. Və o gözləyir ki, ona kimsə müştəri getirəcək. Amma siz kimisə yol haqqına girmişsinizsə, inanın ki, Allah sizə o müştərini yetirməyəcək. İndi Kreativ TK təhsil kompleksindən xarici dil kursunu hədiyyə qazana bilərsiniz, hörmətli dinləyicilər. Bizim verəcəyimiz bir suala hamıdan tez və düzgün cavabı 8155-ə göndərsəniz. Diqqət, sual. Sual belədir. Nəqliyyat vasitələrinin təkərlərində müəyyən hərflər yazılır. Bu hərflər yazılan zaman orada müəyyən simvollardan da istifadə olunur. Onlardan sonuncusu R hərfidir. Yəni, deyin görək, hörmətli dinləyicilər. Avtostop. Deyin görək. R hərfi nəyi bilir? Var R18, R16, R19 və s. və s. Nəyin göstəricisidir? R nəyin göstəricisidir? O nəyə işarə edir? Avtomobilin təkər istehsalçıları nəyi sizə işarə etməyə çalışırlar? 8155 SMS nömrəsinə sualın cavabını... Biz bilirik, amma deməyəcəyik. Sualın cavabını hamıdan tez və düzgün göndərən şəxs bizdən və Kreativ TK təhsil kompleksindən xarici dil kursunu hədiyyə qazana biləcək. Bir aylıq, bəli, pulsuz xarici dil kursudur. Sən hansı dili öyrənmək istəyirdin? Dünə mənə bu sual verdin, bugün mən sənə sual verim. Bugün növbə mənimdir. Mən əslində ingilis dilini öyrənmək istəyərdim. Niyə görə? Çünki
Çünki mənim qızım çox yaxşı danışır ingilis dilində və bəzən mən onun yanına gedəndə orada insanlarla ingilis dilində danışanda mən heç nə başa düşmürəm, özümü çox pis hiss edirəm. Əsəbləşirsən mən. Yox, dəqiq başa soruşsam nə deyirdi bu? O sən nə dedin? Amma mən sənə bir şey deyim. Sən tövsiyə edərdim ki, ingilis dilində danışmağa başlamamışdan öncə Pakistanlılar və Hindistanlılarla ünsiyyətdə olasan, ondan sonra sən öz deyəcəksən ki, yox, onlar danışa bilmir. Hardan tapın burada? Sən çox Pakistan. Yox, var burada Bakıda var Pakistanlılar, Hindistanlılar. Məsələn, mən Səma ingilis dilini çox gözəl bilir, məndən daha yaxşı səviyyədə bilir. Hətta təzə ki, o xaricdə filan bir yerdə olanda o onlarla danışdım, özüm hiss eləmirdim. Mən özümü vəsfəli şəxs hesab edirdim. Yanımda tərcüməçi aparmış bir şəxs kimi hesab edirdim. Yox, Səma səbirlidir yəqin, ona görə də sən üçün. Amma mən 1, 2, 3, 4-cü dəfə xahiş eləyəndə qızımdan ki, soruş denən ki, filan şey neçəyədir. How much? Deyir ki, mən yoruldum öyle. R hərfi nəyi bildirir? Avtomobilin təkərində bax belə bir simvol olur. O R hərfi nəyi bildirir hörmətli dinləyicilər? 8155-ə SMS ilə yazıb göndərirsiniz sualın cavabını. Hamıdan tez və düzgün sualın cavabını yazıb göndərən şəxs bizdən və Kreativ TK təhsil kompleksindən xarici dil kursunu qazanacaq. Pərvizə mənim nömrəmi ver, rahat yol deyim Ceyran Batana. 4268, bu çox güman ki Ceyran Batanın meridir sizi. Sənin nömrəni istəyir. Qardaş, sən deyəndə ki, rahat yol deyim də xəritə əlimizin altında, xəritəyə baxacaq. Çox sağ olun amma. Bakı-Sumqayıt yolu, Bakı-Sumqayıt yolu başlayır 5 mərtəbədən düz Biləcəriyə tərəf. Bəli. Yəni sən öyle qıpqırmızı. Mən tövsiyə edərdim ki, Azalı prospektindən getsən, Rəsulzadədən belə fırlanıb, buradan çıxa bilərsən Ceyran Batana. Yoxsa çıxa bilməzsən? Çıxa bilərsən, yox, Binəqədidən fırlanıb çıxa bilərsən. Hə? Binəqədən onda Dərdəngül yolunun körpünün altından keçməli. Körpünün altından keçəcəksən və salam. Körpünün altından biraz ləngimə olacaq səndə bu prospekti, Azadlıq prospektini, amma Bakı-Sumqayıt yoluna baxanda Azadlıq prospekti onun yanında toya gedəsidir. Bəli. Alo. Bəli. Salam əleykum. Aleykum salam. Necəsiz? Sağ ol, salam. Yaxşı olsun. İlqar, çox üzr istəyirəm, amma ucadan danışsanız mən sevinərəm. Başda. İlqar nə işlə məşğulsunuz? Biz çılçıraq işindən. Çılçıraq işi ilə məşğulsunuz. Bəli. Yəni konkret işiniz nədən ibarətdir? Lüstr. Lüstr satırlar. Quraşdırırsınız, satırsınız. Satırıq, quraşdırmaq, yəni qaranlıq otaqları işıqlandırırlar. Bəli. Demək olar. İlqar bəy, siz bahalıdır lüstrlər bu. Onu soruşuruz. Belə də hər cibə uyğun çalışırıq sataq. Hər cibə uyğun dedikdə nəyi nəzərdə tutursunuz? Məsəl üçün minimum neçədir, maksimum neçədir? Dedim artıq. Minimum 200, maksimum 20 min. 20 min? Bəli. İkimiz birdən. Qardaş, mən o qədər pulu bir yerdə görməmişəm ha ya. Biz də görməmişik, köçürmək olmuyor. Yəni ki... Onu da sizə göstərmirlər, hə? Bəli, bəli. 20 minlik o lüstrun nə xüsusiyyəti var? İnternetə daxil olur, yoxsa Wi-Fi var? Nəyə var onun? Yox, belə bir hadisə də başıma gəlmişdi. Bunlar ən çox restoranlarda olur. Yəni o damdan düz pola qədər gələn, hə? Pilləkənlərin arası ilə. Bir dəfə istifadə elədim birini, oğlu gəldi soruşdu, qəşəngdir, çox gözəldir. Atasına dedi, neçə almısan? Dedi, qiyməti bu qədər. Dedi ki, ata olmazsa bir Niva var. Bir Nivanı asmışıq oradan. Özdə Nivan qabağını diod işıqlarla bəzəsən, elə konkret olaraq qeyri-adi abstrakt janrda bir çılçıraq ola bilər. Gözəl şanlıq sarayı alına bilər. Adını da qoymaq lazımdır. Niva. Niva şanlıq sarayı. Yəni o adı yoxdur, o adı patenləşdirmək lazımdır. Bakıda Niva şanlıq sarayı yoxdur. Yəni müxtəlif adlarda var, özə əsrarəngiz adlar da belə deyir. Özə zalın içində də deməli Nivan arxa hissəsini kəsib qabaq burnunu yapışdırırsan faralarla işıqlandırmaq. O gözəl olardı və bu arada bir sual verəcəm sizə. Bütün avtomobil sevərlər toylarını o şadlıq sarayında eləyəcək. O lüstrun üzərində çılçırağın üzərində neçə lampa yerləşirdi? Yəni neçə lampası olur? Neçə lampalıdır? Çox. 245 ədədidir onlar. 245 ədəd. Onun işıq pulunu kim verəcək? Şadlıq sarayı. Vallahi biz ona cavab verəcəyik. Şadlıq sarayının sahibi verir də. O bu düşür. Onlarda bu dəqiqə, yəni ən axıncı gələn müasir lüstrlarda çox ekonom olan 3 boltla işləyən işıqlandırma sistemi var. Onlara heç o 245 lampoçkaya ehtiyac olmur. Onların üstündə olan o son model maşınlarda gəlir LED farlar. Onlardan istifadə olunduğuna görə enerji sərfiyyatı demək olar ki 10% ilə bil 245 lampoçka nə qədər yandıracaqsa onun 10%-ni təşkil edir. Okay. Hansı xarici dil bilirsiniz?
hansı xarici dili? Rus dilini bilirəm. İşinə əlaqədar avar dilində biraz bilirəm. Avar dilində bilirsiniz? Bəli. Avar dilində svetofora nə deyirlər? Bilmirəm, yox, o qədər dəqiqləmə. Ticarətlə məşğul olduğuma. Yəqin ki, Zaqatalaya çoxlu lüstr satmısınız, ona görə avar dilini bilirsiniz. Biz də Balakəni. Yox, sadəcə Dağıstandan daha çox olur klientimizdə. Müştərilər. Bəli, ona görə daha çox onlardan. Nə gözəl, yəni Dağıstanda lüstr yoxdur da, onu kəndinizdən alır. Onlar hamısı gəlir buradan apar, hər şeyi doğrudan deyirəm. Hər şeyi buradan apar, baş paltar zat da buradan alıb apardılar. Yox, paltar o qədər də yox, bu paltar yox, əsasən bu Kalinin valyasıda da... Qabqacaq. Yox, yəni xəz dəriləri buradan götürürlər. Şubalar. Bəli, bir də lüstrları daha çox buradan götürürlər. Çünki onlara birbaşa gəlmədiyinə görə, geometrdən keçməyi, bizdən götürürlər, daha ucuz başa gəlir. Əlam, bir sual verək, bəs o təkərdə R hərfi olur, R15, R18, o nəyi bildirir? O təkərin radiusunu bildirir. Kreativ TK təhsil kompleksindən xarici dil kursu sizə hədiyyə olunur. Bir dənə də sual vermək istəyədir sizə. Qısa olaraq, buyurun, eşdirəm. Mən sizin həmişə verilişinizi dinləyirəm. Bəlkə çox sağ olun. Həmişə dinləyir. Sağ olun, Allah razı olsun. Həmişə də sizə deyirəm ki, Turanam, xahiş edirəm, o maşını qeydiyyata alanda istənilən maşının sağ tərəf, arxa sağ oxunu əyri çıxarırlar. Onun isə və demişəmsə, heç vaxt nəzərə almırsınız. Onu bir dənə... Yəni, qeydiyyatdan mən keçirtmirəm, amma səhvi mən tutmuram, amma nətər nəzərə alım onu? Yox, yəni üstə düşərdiniz də onu, yəni o mənimdə. Yəni siz biraz qabaqsız daha yaxşı olar, ona görə. Yaxşı. Çox sağ ol, İlqar. Çox sağ ol, təşəkkür edirik zənginə görə. Kreativ TK-dan xarici dil kursu sizindir. Siz özünüz əlaqə saxlaya bilərsiniz. Sizə nömrə də göndərərik SMS-lə ki, rahat zəng eləyin. Kreativ TK-dan gedin xarici dil kursundan yararlanın. Minnətdarıq, təşəkkürlər. Açığı mən gözləyirdim ki, o zəng eləyən ən azından ya təkər satan olacaq, ya da maşın ustası. Amma lüstr satan, çılçıraq satan. 20 minlik lüstr. Doğru, dəhşət oldu ya. 20 min deyəndə ikimiz birlər. 20 min. Və mən sənə bir şey deyim. Mənim evimdə 20 minlik çılçır olsa, mən onu yandırmaram. Qadağan eləyərəm onun o əl vurur. Klyonkasını da çıxartmasınız. Yandırma, 20 mi? O bəzlə başını alır, klyonkana sürürsün eləyərsən. Pult dedim, o televizorun pultu klonkun içində. Elə şeylər də var. Biləcəri dəlixanadır. Tıxac yük maşınları, kran, nə istəsəz var Biləcəridə. Rəsulzadə qəsəbəsindən Biləcəri və Biləcəridən Sumqayıt yoluna qədər tıxac bir-birinə hörmət etməyən sürücülər var. Fuad yazıb göndərib 8155 nömrəsinə. Salam, mən etibarnaməni artırmaq üçün birinci şəxsi tapa bilmirəm. Nə edim? Birinci şəxsi tapmalısınız. Yəni, vaxtı bitibsə etibarnamənin sizin başqa çıxış yolunuz yoxdur. Ehtiyat səsini hardan ala bilərəm? Qomasdan ehtiyat səsinin adını 9246 SMS ilə göndərin. Buyur. Deyirəm, bu da bir daha onun göstəricisidir ki, etibarnaməni maşlanmaq lazım deyil. Salam Tural bəy, mən Bakıda maşın almışam. Maşın bankda olduğuna görə notarius mülki etibarnamə verib, maşın bankdan çıxıb, Resko Dövlət Yol Polisində texpasport yoxlanışında maşının 2210 manat cərimə MMX borcu olduğu aydınlaşıb. Maşına həbs verilib, düz eliblər. Yəni, o borc ödənməsə, sizin nəqliyyat vasitənizin qeydiyyatına məhdudiyyət qoyulubsa, istənilən halda bunu edə bilməyəcəksiniz. Əgər avtomobil mənim adıma deyilsə, bu zaman tətbiq olunan cəriməni avtomobilin nömrəsi ilə bilmək olarmı? Cərimə avtomobilə deyil, sürücülük vəsiqəsinə yazılır. Siz yalnız nəqliyyat vasitəsinə məhdudiyyət qoyulub-qoyulmamasının nömrəsindən öyrənə bilərsiniz. Tural müəllim, salam, bugün məni Heydər Əliyev prospektində dövlət yol polisçiləri saxladılar. Dedilər ki, qadağan saatında şəhərə girmisən. Mən tıxaca düşdüm və gecikdim. Heç bir protokol yazmadan cərimə meydançasına apardılar. Bu düzgündürmü? Necə? Yəni, yük avtomobillərinin, nəqliyyat vasitələrinin şəhərə girişi müəyyən vaxtlarda çərçivələnir. Yox, aparmalarını başa düşdüm niyə aparıblar, amma protokol məsələsi mənə... Yəni, protokol yazmadan apara bilməzlər. Bu akt tərtib olunmalıdır və İnzibati Xətalar Məcəlləsindən də əsaslandırmalıdırlar ki, hansı əsasla aparır. Amma 406-cı maddədə göstərilməyib ki, maşın ona görə cərimə meydançasına gedir. Yəni, tutaq ki, onun vaxtı deyil, o girib şəhərə, o zaman nəqliyyat vasitəsi kənara verilir və ya hər hansı bir müəyyən bir yerə göndərilir ki, orada deyəsən. Kənar da cərimə meydançası. Cərimə meydançası da kənardır. Bilsən nə qədər kənardır cərimə meydançası. Axşam xeyir necəsiz, həmişə var olun, həmişə səsiniz gəlsin, eşq olsun sizə. Sizdən çox şey öyrənirik, uğurlar, çox sağ olun, minnətdarıq.
Dünən məni Dövlət Yol Polisi əməkdaşı saxladı, dedi sənin 2 axtarışın var, Dövlət Yol Polisində adam var, mən ondan soruşdum, dedi ki 2 radarın və 100 manat cəriməm var, mənə məktub gəlməyib, maşın öz adımadır, ünvan da dəyişməyib, heç kimə də etibarnamə verməmişəm, yox, məktub gəlsin, sonra ödəyərsiniz. Sığorta yazılan ziyanı tam ödəmirsə, hara müraciət etmək lazımdır? Əgər sığorta ilə bağlı probleminiz varsa, bütün sığortalar Maliyyə Nazirliyinə tabedirlər, onlardan şikayət edə bilərsiniz və ya İnzibati İqtisad Məhkəməsi var, ora müraciət etməyiniz məcburdur. Məni qayı saxlayıb protokol yazıb, mən protokolda qeyd yerində öz etirazımı və razı olmadığımı bildiririm. Mən hara necə şikayət edə bilərəm? Avtostop.tv saytında şikayət ərizəsinin forması var, onu yükləyin. Elə saytımız vasitəsilə yol polisinə göndərin. Texniki baxışdan keçdiyi halda qeydiyyatdan çıxaranda təkrar texniki baxışdan keçməlidirmi? Nasazlıq ortaya çıxdıqda aradan qaldırma prosesi tamamlanırmı? Nasazlıq varsa nəqliyyat vasitəsi göndərilir nasazlığın aradan qaldırılmasına. Nəqliyyat vasitəsi texniki baxışdan keçdikdən sonra yenidən qeydiyyat əməliyyatı aparılırsa, o yenidən texniki yoxlanışdan keçirilməlidir. Qubada qeydiyyatda olan şəxs Bakıda avtosalondan maşın alan nömrə və qeydiyyatı qoymaqla bağlı rayona yönləndirə bilərmi? Siz Bakıda avtomobil maşın alan nömrə və qeydiyyatı qoymaqla bağlı. Hə, Bakıdan transit nömrə alırsınız, gedirsiniz deməli olduğunuz yerə, harada yaşayırsınızsa, orada da qeydiyyata düşürsünüz. Bəlkə o bu demək istəyir ki, şəhər nömrəsi almaq istəyir. Yox, şəhər nömrəsi ala bilməz. Şəhər nömrəsi ala bilməz. Şəhər nömrəsi olan maşını təkrar qeydiyyatla ikinci əldən alanda o qalır, dəyişmir. Tural bəy, Avtostopun iOS application nə zaman hazır olacaq? Ruslan Ağayev, bu barədə bizə müsbət cavab gəlib, biz gözləyirik. Apple'dan cavabı gözləyirik, onlar bizə cavab verəcəklər, amma Android əməliyyat sistemindən yükləmək olar. 99CE 377 itib, tapanı mükafat gözləyir. Tural müəllim, Maçdağı dairəsi nə vaxt düzəlir? Dairə və hərəkət nişanına əməl edən olacaqmı, bilmirsinizmi? Valla bizim sürücülərdən çox şey gözləmək olar. Onlar dairə və nişan var, dairəyə əməl eləmirlər. Və dairəyə əməl eləməli üçün, etmələri üçün mənə elə gəlir ki, bizdə Azərbaycanlarda belədir ki, mütləq həmən yerdə Dövlət Yol Polis əməkdaşı durmalıdır və yaxud o postpatrol xidmətinin əlavə qüvvələri var, hansılar ki, Dövlət Yol Polisinə kömək edir. Onlar duranda hər şey yaxşı olur. Onlar çəkilən kimi gəldə aləm deyir bir-birinə. Gəlin sizə bir məlumat verin. Bu Mitsubishi Mirage'dır. Mitsubishi yeni Mirage modelini təqdim edib. Yeni Mirage təzə və rəngli dizayn. Ekologiya dost performans gözlənilenden daha geniş salonda daxil olmalı. Eko avtomobilə layiq hər şeyi təklif edir. Bu bizim zamanı üçün doğru avtomobildir. Mitsubishi Mirage modelini bütün xərclər daxil olmaqla 2500 manat ilk ödənişlə əldə etmək mümkündür. Mən isə xatırlatmaq istəyirəm ki, bugün 4-cü mikrorayonda yeni 30-cu optimal filialı açılıb. Yeni mağaza açılışı münasibəti ilə yalnız 7 gün alış-veriş edən hər kəsə alınan məhsulun 35%-nə dək dəyərində hədiyyə verəcək. Ünvan 4-cü mikrorayon 20 yanvar küçəsi 204A. Əlavə məlumat əldə etmək üçün 954-ə zəng edin. Banko Baku dinamik əmanətini sizə təqdim edir. Əmanəti artırmaq və azaltmaq imkanı. Minimal məbləğ 100 manat. Əmanətin vaxtından əvvəl çıxarılan və azaldılan hissəsi üzrə müəyyən xalis faizlərin verilməsi. Əmanət klubundan 1%-ə qədər bonus, məbləğin 80% həcmində pul krediti. Ətraflı məlumat üçün 145-ə zəng edin. 156 evakuasiya xidməti sizdə olan evakuatorları çox sərfəli qiymətə icarəyə götürməyə hazırdır. Telefon 077 277 67 67. Bu nömrədən xoşun gəlib deyəsən sən onu alacaqsan. Dünən sən demişdin ki, neçədən 7 var. O hər dəfə oxuyan o yanıma düşür. Neçədir üzr istəyirəm. Təkrar elə ki, icarə vermək istəyənlər olsun. 077 277 67 67. 156 evakuasiya xidmətinə zəng edirsiniz. 2 sim kartlı davamlı cərəyan saxlamaq qabiliyyətli Quad HD ekranlı və büdcənizə uyğun smartfon istəyirsinizsə, onda LG C3 Bit modeli doğru seçimdir. LG C3 Bit modelini İrşad Electronics mağazalarından 18 aya qədər kreditlə əldə edə bilərsiniz. Ayda da 22 manat ödəməklə. Azsığorta sizə kasko icbari və müxtəlif sığorta xidmətləri təklif edir. Sadəcə Ulduz 6565-ə zəng edin. Azsığorta sizin sığorta arzularınızı reallaşdıracaq. Ekspres Kasko biznes sığortası, əmlak, avtomobil və səyahət sığortasını əldə etmək üçün Azsığortaya müraciət edin. Telefon Ulduz 6565. Moto həvəskarları üçün nəzərdə tutulan sintetik yağ, müasir aşkar paketi sistemin yağlamasını, mühərrikin böyük həcmdə və hamar dəyişən ötürülməsinin sabit işləməsini təmin edir. Mühərrik hissələrinin maksimum qorunmasını təmin edir. Manol mühərrik yağları. Qomas Avto Ehtiyatçılar mağazalar mərkəzi isə şəhərimizin 5 yerindədir. 5 sizə yaxın yerində. Əliyar Əliyev 25-26, Babək prospekti 22-16, Şərifzadə 219 və Məhəmməd Hadi 136. Ora müraciət edə bilərsiniz. 056 148 83 13
zəng edirsiniz 055 227 31 81. Ehtiyat səsi lazımdırsa 9246-ya həmin ehtiyat səsinin adını SMS ilə yazıb göndərə bilərsiniz. Bu qədər. Təşəkkür edirəm Pərviz. Minnətdaram sənə. Mən də sənə təşəkkür edirəm və dinləyicilərimizə təşəkkür edirəm ki, bu 2 saatı bizimlə keçirdilər və ümid edirəm ki, biz onlara hansısa bir dəyərli məsləhət verə bildik. Və yeri gəlmişkən bizim bu verilişimizin yazısını həm dinləmək, həm də izləmək üçün bizim YouTube kanalımız var. youtube.com/tvaftostop və ya Tural Yusifov adıyla YouTube'da axtarış edə bilərsiniz. Kanalımıza abunə olun və bizim verilişlərimizi həm canlı izləmək, həm də ki o verilişlərin arxivlərini izləmək imkanınız var ki, biz məsələn ola bilər avtomobildən tez düşdünüz, sonra nə proseslər baş verib onu görmədiniz, eşitmədiniz. O zaman YouTube var, verilişlərimizin arxivi, onları izləyə və dinləyə bilərsiniz. Və yaxud da bizim bayaq şərh elədiyimiz yolda duran maşınları siz avtomobildə oturub dinləyirdinizsə, indi evə gələndə həmin təsvirləri gözünüzlə görə bilərsiniz. Və bir məlumat da çatdıraq ki, avtostop.tv saytı, bax, sizin xidmətinizdədir, orada faydalı məlumatlar var, həm də verilişlərimizin yayımları, arxivləri də bizim saytımızda yerləşdirilir. Instagram səhifəmiz var, dj.tural Instagram səhifəmizdir. Onu bəyənib, öz fikirlərinizi, həm də suallarınızı Instagram vasitəsilə bizə ünvanlaya bilərsiniz. Twitter'da da varıq, dj_tural, bu bizim Twitter səhifəmizdir və Facebook'da da avtostop.tv, facebook.com/avtostop.tv bizim sosial şəbəkədə səhifəmizdir, ondan istifadə edə bilərsiniz. Təşəkkür edirəm. Bir daha öz adımdan və Tural'ın adından mən də sizə təşəkkür edirəm. Çox sağ olun ki, bizimlə idiniz və sabah eyni vaxtda görüşmək ümidi ilə. Mitsubishi'den yeni avtomobil almaq üçün yeni fürsət. Əsl Yapon keyfiyyətinə malik Mitsubishi ESX crossoverini indi 4700 manat ilkin ödənişlə 5 illik lizinqə əldə edə bilərsiniz. Sığorta və lizinq xərcləri ilkin ödənişə daxildir. Nağdalanlara xüsusi sürprizlər. Ətraflı məlumat üçün şəhər telefonu 349 0006. Biznesiniz təhlükədədir? Eviniz qarət edilib? Avtomobiliniz zədələnib? Səhhətinizdə problem var? Zamanı geri qaytara bilməsəz də itirdiklərinizi yenidən qazana bilərsiniz. Düzgün hərəkət istiqaməti seçməklə həyat yenidən qaydasına düşür. Az sığorta hər addımınızda sizinlə. Sizə yaxın bankçılıq, şəffaflığın ünvanı. 20 illiyini 700 min müştərisi ilə qeyd edən Bank of Baku bütün sadiq müştərilərinə təşəkkürünü bildirir. 20 il sizin sayənizdə. Bank of Baku. Noyabr ayının 15-nədək Dostech mağazalarından mükəmməl sadəliyə, gözəl dizayna məxsus LG smartfonlarını ilkin ödənişsiz 12 aylıq faizsiz əldə edə bilərsiniz. Tələsin. Məlumat mərkəzinin əlaqə nömrəsi 012 454 0010. Dostech. Gəlin dost olaq. Optimal Electronics'ten inanılmaz kampanya. Marka ve modelinden asılı olmayarak istenilen köhne məişət texnikasını evinizden alıp yenisiyle değişirik. Yeni seçtiğiniz məişət texnikasını 25%'dək endirimle veya tek şəxsiyyət vəsiqəsiyle 0%'la 12 ayədək kreditle elde edebilirsiniz. Yeni ilinizi yeni seçimlerinizle karşılayın. 24 saat ərzində çatdırılma ve quraşdırılma pulsuzdur. Əlavə məlumat əldə etmək üçün telefon 954 Optimal Electronics. Qomuz Avto, buyurun. Hanım salam. Bəlkə sizdə Alman maşınları üçün ehtiyat hissəsi olar. Bəli, var. Sadəcə siz mənə markanı və ili deyin. Sizin üçün taparıq. Dostum yanımdadır. O da Yapon maşınları üçün soruşur. Onlar da var. Əlbəttə var. Şəhərin 5 yerində Qomuz Avtonun mağazalarında istədiyiniz ehtiyat hissəsini tapa bilərsiniz. Xanım, bir şey də soruşum. Quluşitellə katalizatoru sizdə dəyişmək olur? Bəli, bizim rəsmi servisimizdə sizin üçün səs boğucu və katalizatorun dəyişməsi ucuz və keyfiyyətli olacaq. Xanım, sizə bir şey deyim. Buyurun. Sizdən yoxdur.
Bakının sizə yaxın 5 nöqtəsində, Əhmədlidə, Məhəmməd Hadi 136, Nərimanovda Əliyar Əliyev 25 və 26, Babək prospekti 2210, Yasamalda Şərifzadə 219, telefon 050 648 83 13, 055 227 31 81. Gomas Avto bizdən yoxdur. Vəziyyət pisdir. Təcili yağ köçürmə. Mannol yağları nano komplekslərlə motorda yaranmış nasazlıqları asanlıqla aradan qaldırır. Mannol mühərrik yağları, gələcəyin texnologiyası. SKT şirkəti, Almaniya. Mannol, avtomobilinizin sağlam ürəyi. Noyabr ayının 15-nədək Dosteç mağazalarından mükəmməl sadəliyə, gözəl dizayna məxsus LG smartfonlarını ilkin ödənişsiz 12 aylıq faizsiz əldə edə bilərsiniz. Tələsin. Məlumat mərkəzinin əlaqə nömrəsi 012 454 0010. Dosteç. Gəlin dost olaq. Onun gözəl dadı səhər, günorta, axşam ağız dadı